mövzunu konkret başlığı təyin eləyək. Məncə. Deməli, biz keçən dəfə razılaşmışdıq bugünkü və debatın adını da bu cür qoydum. Tanrının izləri 2. Sən bir dənə xırda giriş eləyin, başlayaq. Giriş deyəndə biraz hələ razılaşaq. Tanrının izi deyəndə bunlar empirik dəlillə sabitlənəcək, yoxsa sadəcə metafizik fərziyyədə qalacaq? Onlar o məsələlər var. Məsələn, Tanrının izi deyəndə bu kosmoloji bir arqumentasiya ola bilər, bioloji arqumentasiya da ola bilər, insan varlığı, canlı varlığı və s. Biz hansı istiqamətdə davam edəcəyik? Çünki bu dəfə də fizika söhbətində boğmayaq da cəmaət, ona görə deyirəm. Necə? Bu dəfə də fiziki terminlər içində boğulmasın da izləyici. Həm də mən fizikada yetərli deyiləm, onu əvvəlcədən deyim. Yox, narahat olma. Deməli, bir də ümumi şey eləyim. Baxmayan yoldaşlar da var, onlar üçün də izah eləyim. Deməli, dostlar, birinci bizim ilk mövzumuz Tanrının izləri 1. Bugün Tanrının izləri 2 mövzusunda danışacağıq. Deməli, Tevfiklə biz bu razılığa gəldik ki, əgər Tanrı varsa, onun mütləq formada dünyada izləri olmalıdır və bu izlər nələrdir? Və bunun empirik olmadığına məncə ikimiz də razılaşdıq ki, Tanrının izi empirik olmamalıdır. Niyə görə? Çünki Tanrı özü maddi bir varlıq olmadığına görə biz onun əlin, ayağın, parmağın filan bu dünyada görə bilmərik zaten. Bu mümkün deyil. Ona görə də Tanrının izləri mütləq formada rasional olmalıdır. Yəni əqli dəlillərlə çıxarılmalıdır ki, həqiqətən Tanrının izi ya yox. Və birinci debatımızda argumentasiyanı mən təqdim edirdim və argumentasiya bu idi ki, kainat başa düşüləndir və başa düşülən kainatın arxasında mütləq formada məqsəd olmalıdır. Niyə görə? Çünki bizim müşahidə etdiyimiz hər başa düşülən nəsnə məqsədli formada ortaya çıxır. Əgər bir şey məqsədli formada ortaya çıxmasa, onda başa düşülənlik olmur. Və mənim argumentasiyam bu idi və keçən mövzu, belə deyək, keçən debatda Tanrının izləri 1 debatında bu mövzu üzərindən müzakirə elədik. Bugün isə keçən debatda çatmadı. Mən ikinci məsələni, mən əsas 2 məsələ üzərindən getmək istəyirdim Tanrının izləri mövzusunda. Və çatmadığına görə ikinci mövzunu bugünə saxladım və bugün indi bilmirəm bu mövzu nə qədər gedəcək. Qısa kəssə artıq Sərxan nə idi? Çevik öz sözlərini deyər, öz fikirlərini səsləndirər. Yox, əgər məsələn ortaq məxrəcə gələ bilməsə, ola bilər yenə də 1 saat, yarım yenə də bu mövzu üzərində gəlgid edək. Təşəkkürlər başlıq verdiyiniz üçün, amma mən bu başlığın yarısı ilə razı deyiləm. Tanrının özü empirik dəlillə tabi deyil. Tamam, bunlar razıyam. Yəni biz Tanrının özünün varlığının empirik dəlillə tabi olmadığını qəbul edirəm. Qəbul götürün, time kimi götürün. Getsin də oyunda. Oyun olanda cəmaət çox baxır. Tamam. Tanrının özü məsələsinə gəldikdə, Tanrının özünə, yəni empirik dəlil tələb eləmirəm. Empirik dəlil olmadığı, metafizik bir çıxarış olduğu və məntiq düsturları çərçivəsində açıqlandığını və ya sənin də bu istiqamətdə argumentasiya qurduğunu başa düşürəm. Mən də fərqli istiqamətdə Tanrı qavramı üstündə argumentasiya qurmuşdum əvvəlki raundlarımızda, əvvəlki diskussiyalarımızda. Biz Tanrı izindən danışanda mənim vurğuladığım Tanrı izi məsələsi Tanrının özünün bilavasitə özünə dair, varlığına dair izlərdir. Yaratmış olduğu iddia edən və iddia olunan və bütün kainatı yaradıbsa, bütün insanlığı, bütün canlılığı var olan, bugün mümkün olan və var olan, izah oluna bilən, ki bayaq dediniz, izah oluna bilir kainatın özü. Buradakı yaratdığının izləri məsələsi. Yəni bir şeye, hər hansısa bir şeye biz toxunanda burada hər hansısa bir iz qalır. Yəni fiziki olaraq bir iz qalır. Tanrının geridə buraxdığı izlər, yaratma prosesində Tanrıya işarət edən izlər nədir? İstər kainatın varlığı məsələsində, istər insan varlığı məsələsində bu artıq empirik dəlilə tabi olaraq mən dəyərləndirirəm. Çünki bunu əqli dəlil yüklü. Bəli. Təbii ki, zaten var olan bir şeydən danışırıq. Artıq biz metafizik bir fərziyyədən deyil, həmin o olğunun metafizik, sizin metafizik olaraq qəbul etdiyiniz bir varlığın var olan dünya empirik dəlillərlə müşahidə oluna bilən, izlənə bilən, izləri bilinən, dəlilləri ortada olan bir varlıqdan söhbət elədiyimizə görə, Tanrıdan deyil, yaratmış olduğu varlıq sizin iddianıza görə, orada artıq Tanrıya dair hər hansısa bir empirik dəlillə tabi izlər olmalıdır. Bu istər insan varlığı olsun, bu istər kainatın digər istiqamətlərindəki bütün kainatı əhatə edən bir şey olsun. Ya burada açıq şəkildə bir dəlil qoymanızı mən haqlı olaraq, düşünürəm ki, haqlı olaraq tələb eləməliyəm. Çünki burada artıq metafizik iddiadan deyil, metafizik iddianın fiziki dünyaya təsirlərindən danışırıq. Metafizik iddianın fiziki dünyanı yaratmış olmasından danışırıq. Müdaxiləsi burada məsəl müzakirə mövzusu ola bilər, müdaxilə şərtlərin müzakirə mövzusu ola bilər. Müdaxilə hansı əsaslarla təyin olunur, hansı dəlillərlə ortaya qoyacaqsınız? Bu istiqamətdə bir diskussiya getməyini istəyərdim. Və təklifim də budur ki, hər kəsin
anlayacağı bir şəkildə sadə bir nitqlə, yəni publikaya xitab edən, çünki keçən dəfə mən dedim, amma böyük ehtimal yanlış elədim. Sizə xitaben dedim ki, publikaya xitaben danışırsınız. Hər ikimiz publikaya xitaben danışırıq burada. Demək desək də deməsək də. Və istəyirəm ki, publikada anlasın söhbətin tam olaraq nədən getdiyini, hansı dəlillərin işə yarayacağını, hansı dəlillər təqdim olunacağını. Və mən bütün danışıq proseslərim boyunca time söhbətidirsə, time hələ ki məndədir. Hə, time-la gedir. Ha, problem yoxdur. Buyur. Yox, time-la gedirik, amma bitirdiyimdə siz davam edə bilərsiniz. Yəni bitirdiyim dediyimdə vaxt çərçivəsində. Mən təşrif edirəm ki, mümkün qədər az terminologiyada istifadə edək, çünki bunun terminoloji tərəflərini də eləyə bilərik. İstər gülüş obyekti olan semantikadan, istər abduktiv, deduktiv məntiq qaydalarından və ya başqa şeylərdir. Ağır fəlsəfi lüğətdən istifadə edə bilərik. Lüğət əzbərliyib burada çıxış eləmək ehtiyac görmürəm. Amma məsələ bundan ibarətdir ki, mən tam olaraq empirik deyəndə nəzərdə tutduğum şey müşahidə oluna bilən, ölçülə bilən və müxtəlif müşahidələrin eyni nəticə verməsidir. Yəni sən orada bir dəlil götürürsən, mən burada bir dəlil götürürəm. Hər ikisinin nəticəsi eyni olmalıdır. Və bütün istiqamətlərdə də Tanrının izi dediyimiz şey, Tanrının yaratdığı xitabını siz qoyursunuz və o xitabı ortada təsdiq eləməlisiniz. Bu arada bitirdim və debatın formatında bu istiqamətə getməsinin mənim önərimdir, təklifimdir. Okey, çox gözəl. Sözümüzü bitirəndən sonra bir davam eləyəm. Mən təbii ki, empirik və pozitivist argumentasiyaların olmasına razıyam, amma bu təqdirdə ki, biz təbii ki, əgər materiya üzərindən danışırıqsa, burada empirik və pozitivist dəlillər mütləq formada olmalıdır. Amma dəlillər pozitivizm və empirizmdən məhdudlaşmır. Biz pozitivist və empirik dəlillərdən əqli çıxarışlar, rasional çıxarışlar edirik. Necə ki, məntiq qanunları bunun üzərində işləyir və bu çıxarışlarla hansı iddia həqiqətə daha yaxındır, bu barədə ortaq nəticəyə gəlirik. Yəni, mən bu cür yanaşıram debata. Mən bununla razı deyiləm, çünki metafizik fərziyyəni məntiq çərçivəsində dəyərləndirə bilərsiniz. Yəni, belə bir iddia qoyanda, ontoloji iddia qaldıranda bunu metafizik deməli var. Metafizik bir iddianı da, öz iddianızı da məntiq dəlilləri ilə əsaslandıra bilərsiniz. Amma burada artıq mövzu o deyil, fərqli bir mövzudur. Fərqli mövzu nədən ibarətdir? Bir tanrı vardır, içsiz iddianıza görə. Bir tanrı dünya yaratmışdır. Artıq bu dünyada onun izləri, fiziksel bir izləri olması lazımdır. Və əgər bir tanrı dünyaya, insana, canlıya müdaxilə eləyirmi, eləmirmi, bu hansı dəlillərlə sabitdir? Bunu sadəcə məntiqi çıxış ediyi fərzi olaraq iddiaya qoya bilməzsiniz. Bunun dəlil məsələsi tam olaraq empirizm çərçivəsində qalır. Çünki müşahidə oluna bilməyən bir iddia bunu yaratmışdır. Məsəl üçün, rəsm vardır, rəssam vardır. Belə bir argument istifadə eləmişdiniz daha əvvəl. Artıq rəssamın rəsmi necə yazdığı, detayları hamısı detaylı şəkildə dəlilləndirilməlidir mənə görə. Və bunu sadəcə əqli çıxarışla mən belə çıxartdım deyə bilməzsiniz. Tam olaraq dəlil verməyinizi rica edəcəm. Bitirdinsə mən sözümü deyim. Bəli, bitirdim. Mən düşünürəm ki, keçən dəfə zaten bunun qərarını təbii ki, daha çox izləyicilər verirlər. Biz təbii ki, burada öz emosiyalarımızı qatmış ola bilərik hər ikimiz də debat barəsində. Amma mən düşünürəm ki, şəxsi fikrimdir. Mən keçən dəfəki iddialarımın hamısını məntiq çərçivəsində açıqladım və izah verdim. Və qarşı tərəfdən, yəni sənin tərəfdən buna əks arqument, yəni məntiqi bir arqument gəlmədi. Mənim iddialarımdan gedir söhbət. Və debatlar da YouTube-da var. İstənilən insan girib debatların təkrarına da baxa bilər və hansımızın burada haqlı olduğumuz qənaətinə gələ bilər. Qaldı empirik dəlillər. Zaten biz bu dünyada qəbul elədiyimiz həqiqətlərin böyük əksəriyyətini rasional dəlillə qəbul edirik. Empirikdən əlavə rasional dəlillə qəbul edirik. Empirik sadəcə bu barədə çıxarışlardır. Empirik rasional dəlilin ortaya çıxması üçün çıxarışlardır. Və ona görə də mən yenə deyirəm, etiraz eləmirəm. Empirik və pozitivist mövzular olacaq, amma nəticəni rasional çıxartmağa məcburuq hər ikimiz. Mən məcbur deyiləm əslində. Tamam. Bitirdiniz bu arada. Mən rasional çıxarış eləməyə məcbur deyiləm. Əslində mövqe olaraq ateizmdə belə bir çıxarış eləməyə məcbur deyil. O səbəbdən ki, siz vardır, bir varlıq vardır və bütün dünyayı yaratmışdır deyərkən, bütün dünyada onun izləri, bütün kainatda onun izlərini empirik olaraq təyin eləmək tələbini qoyuruq. Yəni, minimum insan və bilinən, müşahidə oluna bilən kainatda, yəni izlənə bilən bir kainat içərisində, kainatın bütününü izləyə bilmirik təbii ki. İzləyə bildiyimiz kainatın içərisində və bu bizim dünyada Tanrıya dair bir iz və Tanrıya dair hər hansısa bir izin də dəlilini istəyirik.
Yəni söhbəti rasionalizmə çəkmək, rasionalizm zaten keçən dəfə dediyim kimi Tanrı vardırla başlayan bir şey deyil, mənası olan bir şeylə başlayan bir şeydir. O ayrı bir mövzu. Onu özel debat olarak yayınladık zaten ve o mövzu tamamlı çürütmək, insanları yormaqdır. Səni də özümü də yormaq kimi bir niyetim yoktu. Tamam. Yani bir yeni konsept koyuruqsa, yeni bir mövzu açırıqsa, mövzu bundan ibarətdir ki, Tanrı insan yaratmıştır deyirsiniz, Tanrı kainat yaratmıştır deyirsiniz, Tanrı yer kürəsini yaratmıştır deyirsiniz. Yaratma proseslərindəki Tanrı izi, bu yaradılışın təməlləri hardan başlayır, buradakı müdaxilələr necə başlayır, zaman və məkana olan müdaxilə hal-hazırda zamandan və məkandan münezzeh qəbul elədiyiniz sizin anlayışa görə. Yəni zamandan və məkandan xaric qəbul elədiyiniz anlayışı, varlığın müdaxiləsi hardan başlayır, harda bitir. Digər bir məsələ bundan ibarətdir ki, zamanla Tanrı dediyiniz qavramı mənim verdiyim, sizə görə verdiyim, teologiyaya görə verdiyim təsviri qəbul edirsinizmi, eləmirsiniz? Bir Tanrı vardır, o Tanrı yaratmalıdır və yaratdığına da bəyan etməlidir. Bu konsepti qəbul edirsinizmi? Əgər edirsinizsə ki, buradakı bəyanlar harda başlayır? Bəyanın güvənilirliyi nə ilə izah olunur, nə ilə dəlilləndirirsiniz? Bu istiqamətdə getməsini rica edirəm. O səbəbdən də sadəcə rasionallıqla deyil, empirik bir dəlil də olması lazımdır. Mən də zaten demirəm sadəcə rasional olmalıdır. Bir yaxdan mən dəfələrlə təkrarlamışam ki, empirik və pozitivist olacaq. Sadəcə olaraq nəticə rasional çıxarılmalıdır. Zaten science-da bu cür işləyir. Nəticə rasional çıxarılır. Yəni mən gördüm bu belədir kimi çıxarış yoxdur science-da. Yəni nəticə analizdən çıxarılır və analiz rasionaldır. Əqli idrakdan çıxarılır. Yəni bu empirik deyil. Science-da Bu arada mən razı deyiləm. Science-da belə işləyir deməklə. Science-da işləyən şeylərdən biri də falsifikasiyası, təqzib metodunun olmasıdır. Siz elə bir variant qoyursunuz ki, ortaya bunun təqzib anlayışı yoxdur. Hara fırlasanız falsifikasiyasını bloklayırsınız. Yəni istənilən halda ki, biz Tanrı yoxdur deyə bilməyəcəyə gətirib bağlayırsınız. İstənilən halda siz belə bir variant qoyursunuz ki, ortaya hara fırlayırsan fırla Tanrı yoxdur deyə bilməyəcəksən. Ya bu artıq bir müzakirə obyekti ola bilməz axı. Yəni Tanrı yoxdur deyə bilmirik. Elə varlığın qəbul etmək rasional deyil. Xeyr, bu artıq bilginin qaynağı deyil. Yəni doğru bir iddia ilə çıxış eləmiş olmusunuz. Okey. Onda gəl mən ikinci mövzum haqqında danışım. Əgər ikinci mövzum haqqında sənin iradların olsa, məmnuniyyətlə dinləyərəm bu iradları və əgər iradların olmasa, ondan sonra istəsən sən materializmi müdafiə edərsən, istəsən naturalizmi müdafiə edərsən, mənim üçün fərqi yoxdur. Və bu barədə danışa bilərik. Amma bugünkü Tanrının izləri 2 mövzudur və mənim ikinci mövzum qalır və istəyirəm ki, o haqda danışım. Nədir mövzu başlığı nədir? Mövzu başlığı antropoloji ateizm mövzusu. İnsan övladı Tanrının izi kəşf elədi. Deyəcəm, mən niyə görə Tanrının izi olduğu qənaətindəyəm və buna izah verməliyəm də mən. Belə bir mövzumuz yoxdur axı. Mövzunu mən seçmişdim də 2 dənə mövzu. Düzdürmü? Belə bir mövzu razılaşmamışıq bu bir. Əgər antropoloji ateizmlə girəcəksənsə, burada neurobiyologiyada və təkamülün inkişaf mərhələləri hamısı qeyd olunmalıdır. Heç bir problemi yoxdur. Mən öz fikirlərimi deyəcəm, sən öz fikirlərini deyəcəksən. Biz Tanrı qavramından, bu arada bu sənin özünə ziddiyyətli bir mövzudur. Mənim üçün çox ideal bir mövzudur. İkinci məsələ bundan ibarətdir ki, hələ Tanrı vardır, qəbul görüb, insan yaratmışdır deyib, davamında da bunu belə seçmə ehtimalınız yoxdur. Mən oradan çıxarış edib Tanrının izinə gələcəm ki, niyə görə bu mövzuda Tanrının izi var? Siz əminsiniz ki, bütün Homo habilisdən başlayaraq da bu günə qədər, Neandertallara qədər, yəni 20 saat, 30 saat çəkə biləcək bir mövzunu 1 saat içində sığdırasınız. Xeyr. 20 saat, 30 saat çəkməyin ehtiyacı yoxdur. Mən öz argumentasiyalarımı verəcəm və sən də əksini təksib eləyərsən. Buyurun, amma yenə də mənim dəstək xəttim Tanrının fiziksel izləri geridə buraxdıq. Özünün olmaya bilər, amma fiziksel izlərindən mən. Yox, bax, burada Tanrının fiziksel izi deyəndə sən yəni əl izi qalmalıdır Tanrının dünyada. Xeyr, yaratdığı bir dünyada, məsəl üçün insan yaradıb deyirsinizsə, bu insanın tanrısız izahı varsa və ya tanrılı izahı varsa, Tanrı ilə necə izah edirsiniz, oradan başlamağınız lazımdır. İnsanın yaranışından. İnsanın yaradışından deyil. Tanrı dediğiniz şey insan yaradı. İnsan yaradıb deyəndə insan ideyasını yaradıb ben. Tanrı dediğiniz şey kainat da yaradıb dolayısıyla. Okey. Yarattıktan sonra bu kainatın... Kainatı keçən dəfə danışdığım qənaətindəyə təzədən kainat mövzusuna qayıtmaq istəmirəm. Bunu izləyicilər... Sabitlənmiş bir mövzunu dağıdırsınız, fərqli istiqamətə çəkirsiniz. Okay. Mən birinci kainat mövzusundan girdim. İkinci mövzuda mən sırf insan mövzusundan danışmaq istəyirəm və elə bir dəlil gətirmək istəyirəm ki, bu dəlil artıq belə deyim də təksib eləmək daha çətin olsun.
Siz insan varlığını bir tanrı ile izah elədiniz ki, insanın şeyini, tanrı qavramını hardan çıxartdığını sabit görəsiniz. Təsəvvür edək ki, insanın necə ortaya çıxdığını heç birimiz bilmirik. Nə sən bilirsən, nə mən. Aha. Mən insanın özünə baxaraq elə bir çıxarış edəcəm ki, mən orada sənə Tanrının izini göstərəcəm. Buyurun, onda epistemik və empirik dəlillər. Okay. Başlayaq onda. Hətta o bilavasitə insan müşahidəyə açıq olduğu üçün, özünün fiziksel var olduğu üçün tam olaraq empirik bir dəlil tələb olunacaq. Okay. Onda mən 5 dəqiqə danışmağa icazə ver. Əlbəttə. Deməli, mən düşünürəm ki, keçən dəfə kainat mövzusundakı Tanrının izləri haqqında danışdım və bir də buna uzun-uzadı qayıtmaq istəmirəm. İstəyən insan gelib onlara YouTube kanalından baxa bilər və yaxud Nihatın da, Çevikin də öz YouTube kanalı var və bilməm kanalının adı nədir, indi özü deyər. Və sıxında oradan da baxa bilərsiniz. Fərqi yoxdur hansı kanaldan istəsəniz və oradan mən düşünürəm ki, kainat məsələsi haqqında yetəri qədər izahlarımı verdim. İnsanın bioloji formalaşmasına gəldikdə, insanın bioloji formalaşması mövzusunda tanrılı və ya tanrısız bunun formalaşmasını izah eləmək sadəcə fərdi yanaşmaya qalır. Niyə görə? Çünki bu elə bir mövzudur ki, bir tərəf buna baxaraq deyir ki, yox, mən burada tanrı izi görmürəm, bir tərəf baxıb deyir ki, yox, mən burada tanrı izi görürəm. Mən burada elə mövzuya girmək istəyirəm ki, burada tanrının izi %100 görünsün. Yəni burada artıq fərdi, individual yanaşma yox, obyektiv bir yanaşma olsun və mən də belə düşünürəm ki, tanrının izləri haqqında danışanda bizi həqiqətə çatdıracaq ən ideal yol tanrının insanlarla kontakta girməsidir. Yəni tanrının yer üzünə öz nümayəndələrini göndərməsidir. Mənə görə ən unikal variant budur və mən tanrının yer üzünə nümayəndə göndərməsini hansı dəlillərlə əsaslandırıram və bu dəlillərim nələrdir? Bu barədə çox qısaca danışmaq istəyirəm. Deməli, mənim dəlilim bundan ibarətdir ki, ibtidai inanclar deyilən bir araşdırma sferası var. Yəni, bir qrup alim var ki, məhz ibtidai inancları araşdırır. Bu ibtidai inanc dediyimiz şey nədir? İnsanların ən başda, ən əvvəldə inandığı tanrı prototipi ki var və yaxud inanc nüansları ki var, bu mövzunu araşdıran bir sahədir və bu sahəni araşdırır sosiologiya və antropologiya. Niyə görə bu sahəni sosiologiya və antropologiya araşdırır? Çünki bu sahədə həqiqətə varmağın tək yolu budur ki, alimlər, elm adamları sivilizasiyadan ən uzaqda qalmış toplumlarla kontakta girirlər və onlar üzərində araşdırmalar edirlər və bu araşdırmalardan bu qənaətə gəlirlər ki, insanların ibtidai inancı bu olmalıdır. Niyə görə? Çünki sivilizasiyadan uzaq qalan toplumlar öz inanclarını ən ideal və ən toxunulmaz formada saxlayan toplumlardır. Çünki kənardan heç bir bilgi, belə deyək də, daxil olması yoxdur və kənara heç bir bilgi xaric olması yoxdur. Bunlar lokal toplumlardır, qapalı toplumlardır və ona görə də onların inanc məsələləri əvvəldən necədirsə, ona ən yaxın formada qalır. Bu, sosioloqların, antropoloqların fikridir. Və indi gəlirəm, niyə görə bu mövzu Tanrının insanlarla kontakta girdiyinin ən böyük dəlilidir. Bu mövzunu araşdıran böyük sosioloqlar və antropoloqlar hamısı deyəndə təbii ki, bu qənaətdə olmayanlar da var və dəlilləri zəifdir bu qənaətdə olmayanların. Danışa bilərik bunu, heç bir problemi yoxdur. Bu mövzunu araşdıran sosioloq və antropoloqların böyük əksəriyyəti bu qənaətdədir ki, ibtidai insanların inandığı bir tanrı fiquru var, bir tanrı obrazı var və bu tanrı obrazı bu gün bizim İslamda və yaxud Yudaizmdə və yaxud Xristiyanlıqda inandığımız tanrı obrazına, tövhid obrazına ən yaxın olan tanrı obrazıdır. Bu tanrı obrazları necədir? Məsələn, antropoloq Maretin bir çıxışı var burada. Deyir ki, ilk insanlar animakizmə inanırdılar və onların tanrıları, yəni inandığı tanrıları supernature və impersonaldır. Bu nədir? Supernature odur ki, bu fövqəl təbii bir varlıqdır. Yəni təbiətə aid bir varlıq deyil, bu təbiətin üzərində bir varlıqdır.
Impersonal isə budur ki, yəni buna heç bir insana aid xüsusiyyət yüklənməyib. Bu elə bir varlıqdır ki, insan anlayışının, insan xüsusiyyətinin fövqündədir. Mənim birinci sualım budur. İbtidai insanlar bu cür fəlsəfi bir tanrına, halbuki ki, məsələn, bunun içində odun varlığından xəbərsiz olan pigmeylər belə var. İbtidai insanlar bu cür bir tanrının varlığını necə kəşf ediblər? Mənə görə bu tanrının izlərinə ən böyük nümunədir ki, tanrı şəxsən müdaxilə eləməsə yer üzünə, öz nümayəndəsini göndərməsə, İbtidai insanlar, yəni əqli səviyyəsi aşağı olan insanlar heç vaxt bu cür bir tanrını kəşf edə bilməzlər. Və ikinci sualım budur ki, vaxtım bitsə də bir 20 saniyə danışaram əlavə. Və ikinci sualım budur ki, necə ola bilər ki, bir-birindən ayrı, bir-birindən uzaq, bir-biri ilə kontaktda olmayan toplumların hamısı eyni tanrı prototipinə inanırlar. Yəni, bizim dediyimiz impersonal və supernature, təbiət üstü və şəxsiyyətləşdirilməmiş, insan xüsusiyyətləri yüklənməmiş tanrı obrazına hamısı eyni anda, yəni fərqli-fərqli Avstraliya, Amerika, Afrika, Avropa, Asiya, buradakı insanlar hamısı necə eyni tanrı prototipinə inanırlar. Mənə görə bu tanrının ən böyük izidir yer üzündə və bu tanrının birbaşa yer üzü ilə kontakt bağladığının göstəricisidir. Buyurun. Getdik. Revanşa danış. Gözəl. İlk başta girdiyim mövzu, yəni kontakta girdiyim və ya vasitəçilər göndərməsi, bu anladığım qədərilə peyğəmbərlər mövzusu falan bənzəri bir şeydir. Yəni vasitəçilər. Ki burada qaynaq falan yoxdur. Kimə peyğəmbər dediyi və kimlə tanrı ilə birbaşa kontakt qurduğu ilə bağlı qaynaq yoxdur. İkincisi, ta qədim dediyin qəbilələr, məsəl üçün qədim dediyin hara qədər qədimdir? Alt paleolitə aiddir, Neandertallara, Homo sapiens'ə, Homo habilis'ə və buradakı qaynaqlar və dəlillər nədir ki, bu işin neyrobioloji tərəflərinə ümumiyyətlə girmədin. İnsanın tapınma ehtiyacı məsələləri var, burada psixoloji faktorlar var, burada neyrobioloji faktorlar var, burada ümumiyyətlə girmədin. Yəni nümunə olaraq hansı qəbilə, hansı topluluq bir supernatural tanrı inanışına sahib idi. Birincisi animizm və totemizmlə stat verdin. Hər ikisi çox tanrılı inanç sistemlərinə aid bir anlayışdır. Yəni burada günəş tanrısı var, ay tanrısı var, Misirlilərin, antik Misirin fərqli inancları var. Ra'sı var, Amonu var, Zeus'u var, Vikinglərin Amonu var, Odin'i var, Loki'si var, Tengrilərin Humayanası var. Bunlar hamısı fövqəltəbii bir gücə işarət deyil, təbiətin içində olan bir nümunələr də var. Məsələn, Günəş məsələsi təbiət içi bir şeydir. Supernatural bir şey deyil ki, siz onu bağlayasınız ki, hamısı ortaq inanca sahibidir. Bu bir. İkincisi müqayisə elədiyiniz şey səmavi dinlər. Yəni bugünün səmavi dinləri ilə müqayisə edirsiniz bunu. Uzaqdan yaxından əlaqəsi yoxdur. Birincisi paqanizmə, hətta bugünkü dinlərin adlandırdığı bütpərəstliyə biri xitab eləyir. Çoxlu çeşid tanrılara və bu çeşid tanrılar heç də tövhüdə etibar eləmir. Yəni sizin bugün tək tanrılı dediyiniz mexanizmana etibar eləmir. Adamların bir tır dolusu tanrısı olub. İkincisi, siz hardan bağlayırsınız ki, bu supernatural dedikləri tanrı və ya ki orada supernaturalla razı deyiləm, fiziki olarak gördükləri bir şey tapınır adamlar. Məsəl üçün Şümerologiyadakı ay tanrısına. Ayı orada zaten görebilirler. Amma sizin bugün təqdim etdiyiniz tanrı görünməyə qapalıdır. Ortalıqda yoxdur, nə mənada yoxdur, heç kim görə bilmir. Heç doğru düzgün bir izah da oluna bilmir. O ayrı bir məsələ. Nə ona nümunə verdiniz ki, hansı bugünkü səmavi dinlərin qəbul etdiyi tevhid anlayışına hansı ilkel topluluq qəbul edib? Paganist olan, tanrı anlayışı olan, 100'dən çox nümunəsi olan millətlər var. Biri elə bizim mən etnik kimliyini daşıdığım türk topluluqlardır. Qismi modifikasyondan sonra panteist bir inanca bürünsə də təməlində paganist bir anlayışdır. Təbiət və təbiət içindəki hər hansısa bir vasitələrə. Bu hansı səbəblərlə siz deyirsiniz ki, bu tək olan bir tanrıya və o tanrının bir vasitəçisinə, tanrının bir izinə və tanrının müdaxiləsinə etibar edir. O zaman etibar edə bilər ki, siz bir vasitəçi deyirsiniz. Vasitəçinin adını deyəsiniz görə, məsəl üçün, Türk topluluqlarında ya da Vikinglərdəki vasitəçinin adı nədir? Onlara tövhid anlayışı dediyiniz şey nə zaman keçib? Və ümumiyyətlə tövhid anlayışı keçibmi onlara? Bugün birdən çox qəbilə var, nümunə verə biləcəyimiz birdən çox qəbilə var ki, ümumiyyətlə tövhid anlayışına sahib deyil. Ümumiyyətlə sizin 3 səmavi dinin dediyiniz təməlləri gedir, hara qədər çıxır ki, siz bunu bağlayırsınız. Şümerologiya. Mən bağlayaram bunu, tarixi xronologiya ilə bağlayaram. Məsəl üçün, Qurandakı bəzi mövzuların ta Şümerlərə qədər gedib çıxması var. Tövratdakı bəzi mövzuların ta Şümerlərə qədər gedib çıxması var. Amma məsələ budur ki, bu mövzuların gedib çıxdığı yer tək tanrılı bir tövhid inancı deyil. Birdən çox tanrı anlayışının olduğu dönəmdir. Siz hardan qərar verirsiniz, nəyə əsasən qərar verirsiniz ki, o anlayışla bu anlayış birdir və birə-birinin kopyasıdır.
Bunu mən iddia edə bilərəm, tarixi xronologiya ilə iddia edə bilərəm. Amma bunu Tanrının bir müdaxiləsi və Tanrının bir deklarasiyası olaraq təqdim edə bilməzsiniz. Çünki ortada deklarasiyanın səbəbləri, deklarasiyanın hansı şərtləri var, onu belə izah etməyimiz lazımdır. Yəni mən deyirəm ki, bu Tanrının izidir. Çünki Tanrı vasitəçi göndərmişdi. Vasitəçinin adı, vasitəçinin müdaxiləsi, vasitəçinin Tanrı ilə olan kainatın yaradıcısı dediyiniz mövhumla olan münasibətləri hardan gəlir və ya əllərində olan mətnlərin qaynağının Tanrıya istinad etməyimizin səbəbi nədir? Bu şeyləri açıq şəkildə deməyimizi istəyirəm. Ümumiyyətlə mən bu peyğəmbər anlayışının bu mövzuda nə əlaqəsi olduğunu da çözənmədim. Keçən dəfə də sizin dediyiniz tərzdə, bu da mənim üçün çox təəssüf doğuran bir şeydir. Heç daha doğrusu anladım, amma mənim üçün uyğundur. Yəni belə də davam edə bilər, problem deyil. Panteist ya da paganist anlayışların tövhidlə nə əlaqəsi var? Panteist, yəni paganist anlayışla, çox tanrılı anlayışların tevhidlə nə əlaqəsi var? Bu gün də paganist olan inanclar var zaten. İşin içində Azteklər var, işin içində Mayalar var, Hindistanda. Bu arada dediniz ki, hamısının supernatural bir tanrı şəxsləşdirilməmiş, sifətləşdirilməmiş, şəxsiyyətləşdirilməmiş tanrı konsepti var idi təməldə. Xeyr yox idi. Hətta bu gün belə Budistlərin tanrı konseptində bir figura var, ortada bir figur var. Yəni bu figurun necə siz fövqəltəbii bir qüvvəyə, hətta tamamən mənası və təsviri verilməyən doğru düzgün. Çünki müşahidə edə bilmədiyimizə görə ona bir sifət yürüyə bilmədik. Bu cür figuradadır və ya bu cür görüntüdədir. Sardan qərar verirsiniz ki, cəmaatın Buddası sizin tanrıdır, sizin Allahdır. Bu istiqamətlərin cavablandırılmasını istəyirəm. Bir də tək tanrı inancını net bir şəkildə təyin eləyək. Bu tək tanrılı inancla panteist, paganist anlayışın nə əlaqəsi? Hələ bunun Mesopotamiya çıxışını demirəm. Bunun Skandinaviya çıxışını, bunun Latin Amerikası çıxışını, bunun Hindistan çıxışını deyirəm. Dolayısıyla peyğəmbər dedikləriniz də kimdə, onları da bilmək istəyirəm. Vasitəçi dedikləriniz. Okay. Sualları cavablandırın. Bəli, fasilə vermək istəmirsiniz. Tamam, nə gözəl. Operativ. Dostlar, birincisi orada soruşurlar aşağıda nəyə baxırız ya. Mən Çevikin suallarını qeyd edirəm burada. Ruska dəftər olmadığına görə hörmətsiz olmasın deyə getmədim, burada qeyd elədim. Və indi suallara cavab verin. Birincisi sual versən ki, bu Sapiens idi, Neandertalis idi, Erectus idi, Ergates idi, Robotus idi, bu nə idi? Dinlər tarixi bu cür araşdırılmır. Niyə görə? Çünki biz arxeologiya ilə insanların nəyə inandığını və yaxud paleontologiya ilə insanların nəyə inandığını müəyyən edə bilmərik. Və bu mövzuda din tarixçilərinin böyük əksəriyyəti eyni nöqtədədir. Məsələn, Mircea Eliade dünya tarixinin ən böyük din alimlərindən biridir və Üstədlik Dinlər Tarixi kitabında bu mövzuya toxunub. Mircea Eliadeni tanımırsansa, yəni dinlər tarixi mövzusunda yəqin ki, mütaliən yoxdur. Mircea Eliade bu sahədə ən böyük alimlərdən biridir. Bu beynəlxalq qəbul olunan bir standartlardandır. Və Mircea Eliade özü Üç Ciddilik Dinlər Tarixi kitabında bu mövzuya toxunaraq deyir ki, biz arxeoloji qazıntılarla və ya paleontologiyadan insanlar nəyə inandığını müəyyən edə bilmərik. Çünki məsələn girdik bir mağaraya, gördük ki 10 dənə ayı başı yığılıb üst-üstə, misal üçün. Mircea Eliade deyir ki, burada bizim verdiyimiz tərif şəxsin individual görüşüdür və dəlil deyil, obyektiv deyil. Tamamilə subyektiv mənalandırmadır. Yəni insan görür, hətta Harari'də, Sapiens'də bu mövzuya toxunub. Əgər diqqətlə mütaliə eləsən, o mövzunda görə bilərsən. Ona görə də arxeologiya ilə bunu müəyyən eləmək mümkün olmadığına görə, yenə də deyirəm, sosioloqlar və antropoloqlar sivilizasiyadan ən uzaqda qalmış qəbilələr, misal üçün Peru Naska qəbilələri, Afrika Pigmey qəbilələri, yerli Avstraliya aborigenləri və s. Bütün bu mövzu, ibtidai inanc mövzusu məhz bu cür araşdırılır. Və bunu da bilmirəm, yəqin ki, bu barədə mütaliən az olduğuna görə bunu bilmirsən. İkincisi, deyirsən ki, animizm və totemizmdə ay və günəş inancı var idi. Bu da çox yanlış bir cümlədir. Niyə görə? Çünki ayı və günəşi tanrı kimi qəbul eləmək naturizm dediyimiz inancdadır. Bunu istənilən insan girib baxa bilər. Animizm ruhlara, inandı ruhlara. Totemizm isə hansısa heyvan figurlarına inandı. Heyvan və ya ağac. Totemizm dediyimiz şey nədir? Bir qəbilə, bir heyvanı özünə bir tanrı və yaxud bir başçı, bir simvol qəbul edir və ona sitayiş edir. Animizm isə dediyimiz kimi ruhlara sitayişdir və bu inancların heç birində aya və günəşə inanc yoxdur. Əgər varsa, zəhmət olmasa onu mənə dəlili ilə göstər ki, totemizmdə hansı
Toplum aya və günəşə inanıb, belə bir şey yoxdur. İstər Emil Durkheim'in kitablarından bunu görə bilərsən, istər Edward Taylor'un kitablarından. Məsələn, animizmi ortaya atan insan Edward Taylor'dır, totemizmi ortaya atan insan Emil Durkheim'dir. Heç biri belə bir şeyə toxunmayıb və deyirlər ki, aya və günəşə inanc deyə bir şey yoxdur toplumlarda. İkincisi, hansı toplumlar buna inanıb? Yenə də mən bunu vurguladığımı düşünürəm. Sivilizasiyadan ən uzaq qalmış toplumlar, hansı misallar verdim. Naska qəbilələri, Afrika pigmeyləri, Avstraliya aborigenləri və s. Digər məsələ, bunun səmavi dinlərdə əlaqəsi yoxdur. Mən yenə də deyirəm, bu insanların inancı və mən dipnotlar verirəm. Məsələn, Merritt, Andrew Lang, Wilhelm Schmidt, bu cür, məsələn, çox ciddi din tarixçiləridir bu adamlar, tarixdə iz qoymuş adamlardır və hamısı mənim dediyimi təsdiqləyir ki, ibtidai insanlarda supernature və impersonal tanrı obrazına inanıblar. Qaldı nevroloji tapınma ehtiyacı. Nevroloji tapınma ehtiyacı bu suala cavab deyil. Nevroloji tapınma ehtiyacı sadəcə tapınma ehtiyacını göstərir. Amma insanların tapındığı tanrı ki var, bunun necə olmalı olduğunu göstərmir. Və göstərirsə bunun zəhmət olmasa, nevroloji tələbatım mənim, necə hansı tanrıya inanmalı olduğunu göstərir, onu gətirərsən. Digər bir məsələ desən, mifologiyalarda paganizm var. Yenə də deyirəm, ibtidai inanclar mövzusunda mifologiyalar araşdırılmır. Niyə görə? Çünki mifologiya olan toplumlar sivilizasiya ilə kontaktda olduqlarına görə onların inancında mütəmadi dəyişikliklər baş verir. Mütəmadi dəyişikliklər baş verdiyinə görə o inanclar saf qala bilməz və ibtidai inancları göstərə bilməz. Hətta Max Müller buradan çıxarış eləyərək çox ciddi bir xətaya gedib düşmüşdü. Onu da danışa bilərik. Və niyə əsas dini mətnlərin köçürülməsini danışarıq ayrıca. Onu qoyuram görə, ona toxunmuram. Şumerdən köçürdülər, nədən köçürdülər, onu danışarıq. Problem deyil. Qaldı niyə görə Tanrının izinə işarədir? Mən yenə də deyirəm. İbtidai insanların ağıl bizə deyir ki, bu cür fəlsəfi tanrı obrazını, yəni supernature və impersonal tanrı inancını formalaşdırması mümkün deyil. Mümkün deyil. Ağlın bizə dediyi budur və bütün toplumlar bir-birindən xəbərsiz Avstraliya, Amerika, Afrika, Asiya, Avropa bütün toplumların necə bir-birindən xəbərsiz halda eyni tanrıya inanması mənə görə tanrının yer üzrə nümayəndələr göndərməsinə görədir və bu nümayəndələr həqiqi tanrı haqqında insanlara belə deyək, məlumat verir. Və bir də xahiş edirəm, deyirsən ki, ibtidai insanlar belə bir tanrıya inanmayıblar. Bununla bağlı da dipnotumu görmək istəyirəm. Bu sadəcə nəysə. Başlayırıq. Okay. Başdan başlayaq. Mən ay tanrısı ya da günəş tanrısı məsələsini animizm və totemizmlə bağlamadım. Orada ifadə elədiyim şey sənin dediyin şeylə əlaqəsi yox idi, bu bir. İkincisi, mifologiya araşdırılmır dedin. Sənin bugün danışdığın bütün tarixi, dini araşdırmalar tamamı mifologiyadır. Ta Yunanlılardan Şumerlərə qədər. İnanc dediyin şey olaraq, bir dəqiqə üzr istəyirəm, bunu kompensasiya eləyərik, mən şey taxımıram. Bu zayatkası bitdi. Mən niyə mikrofonu bağladım ki? Abiyax özüm də görmədim. Bu mikrofonu bağlamışam sən danışanda. Bir də gördüm ki, bağlıdır. Sorun deyil. Bu arada baştan yerine zaten yeni başlamıştım. Bu numune olarak verdiğim şey animizm, totemizm, ümumiyyətlə ay tanrısı ya da güneş tanrısı ile müqayisə eləmədim mən. İkincisi deyirsən ki, mifologiya araşdırılmır. Mifologiya kifayət qədər araşdırılır. Bugün sənin mifologiya dediğin şey, yani Yunan şeyləri, tanrıları, Türk tanrıları veya tanrısı, antik Mısır tanrıları ya da Aztek ve Maya tanrı anlayışları zaten özüyle mifologiyadır ve kifayət qədər araşdırıldığına göre biz de kifayət qədər məlumat sahibiyik. Yani antik Mısır'dan başlayarak. Mısır tarixi araşdırıldığı kimi Mısır'ın mifologiyası ve inançları da araşdırılır. İkincisi sen bu antropoloji araştırmalarda dedin, inançların, ilkel inançların. Bunun əksini demedim ben, elə bir etiraz da vermedim. Ola bilər antropoloji olarak da araşdırılır. Ola bilər yox, zaten araşdırılır. Necə ki Şahinidar mağarasında Neandertalların dəfn ritualları diye bir ritual var idi. Onların ilk inanç mekanizmasına doğru da aid olduğu kategori olarak qeyd olunur. Mesele bundan ibaret değil. Mesele ben bağlaya bilmediğim şey, sen bunları bugün Mesopotamiya üzerinde kurulmuş, temeli oradan başlayan ki bu artık Şumerologiyaya qədər gedir çıxır. Bunu bugünkü tevhid anlayışına necə bağlıysan hiçbir əlaqəsi yoktu zaten. Paganizmin bugünkü tövhidəki keçid mərhələsindən heç bir şey demirsən, heç bir şey danışmamısan. İkincisi, senin bugün peygamber dediğin ya da vasitəçilər vasitəsilə dediğin, onda o zaman belə bir suala cavab verməlisən. Ta Neandertallar dövründən, yəni
ümumi olaraq alt paleolitdən hansı vasitəçiləri var? Sən bunu nə ilə dəlilləndirirsən? Bunun antropoloji dəlili varmı? Nə kimi bir dəlil qoysan ki, ortaya belə bir peyğəmbər anlayışı qoysan ortaya? Vasitəçi dediyin şeylər kimlərdir? Adamlar kimlərdir? Skandinaviyanın vasitəçiləri kim olub ki? İkincisi, sənin bu mən belə düşünürəm və bütün izləyicilər də sən qarşılıq da belə düşünə bilərsən ki, mən anladığım qədərlə sənin dediyin, açdığın argumentasiya öz içində ziddiyyətlidir, problemlidir. Niyə problemlidir? Sən deyirsən ki, hər coğrafiyaya fərqli bir vasitəçi gəlmiş ola bilər. Bu o deməkdir ki, dayatma gücünə dayalı, yəni bildiyin dayatmaya dayanan bir din qoyursan ortaya. Bunların hamısı zamanında gəlmişdi. Bu gün gələn yekun bir din var, o dinə girmək mütləqdir. Belə bir iddia çıxır bu işin içindən. Onda belə çıxır ki, Tanrı min illər boyunca, milyon illər boyunca fərqli çeşid dinlər və vasitəçilər göndərmişdi. Yekunda bir dənəsini göndərir və o bir dənəsi başqa inancların tamamını təqzib edir deməkdir bu. Yəni tamamına rəddiyə vermiş olursan. Ki bu da doğru deyil. Hal-hazırda sənin inandığın hər hansısa bir dini mənsubiyyətin varsa, o dini mənsubiyyəti varlığı onun Tanrıdan gəldiyi ki, Tanrının özü belə qəbul məsələsi deyil. Yəni Tanrının özünü belə mən qəbul eləməmişəm. Heç bir ateist də qəbul eləmir. Bu mövzunu qıraqda qoysaq, bu mövzunun müzakirəsini zaten fərqli istiqamətlərdə eləyəcəyik. Sən o zaman mən belə anladım ki, sənin yekun argumentasiyan budur ki, 10 min illiklərlə, 100 min illiklərlə, hətta milyon illiklərlə başlayan 3 milyon civar alt paleolitdən başlasaq, bu günə qədər çeşid Tanrı inancları gəlmişdir. Hər birinin bir vasitəsi vardır ki, burada artıq çox ciddi problemləri var. Azteklərin peyğəmbəri kimi idi, Buddistlərin peyğəmbəri kimi idi, Skandinavların peyğəmbəri kimi idi. Bu istiqamətdə heç bir dəlil yoxdur. Heç bir arxeoloji, antropoloji də dəlil qoya bilməzsə ortaya. Yoxdur. Türklərin ya da Tengrizmin ya da ki Azərbaycandakı Zərdüştlüyün peyğəmbəri kimi idi. Bu kimi bir dəlil yoxdur ortada. Yekununda bir neçə peyğəmbər iddiası ilə çıxış edib deyirsiniz ki, nəticədə başqa bir inanc hamısı keçərsizdir və son gələn sabitdir. Burada artıq məsələ bundan ibarətdir. Tanrı 3 milyon il nəyi gözləyirdi? Əqlin formalaşmağını mı gözləyirdi? Ondan qabaq ilkel test mi eləyirdi? Denəmə yanılma eləyirdi? Əgər ki, təkamül prosesini qəbul edirsinizsə, qəbul elədiyinizi varsayıram. Çünki bir neçə çıxışınızda bunu qəbul elədiyinizi varsayıram. Sizin və mənim qəbul elədiyim, burada çox dilə gətirməsək də, sənin də və mənim də yaxşı bildiyim bir şey var. Təkamül dediyimiz şey bioloji bir mövzudur. Və hələ də biz bioloji mövzunun içində kateqoriya olaraq, yəni bir dəstə olaraq Homo sapiensiyik. Homo sapiensin özünün bir meymun ailəsi mənsub olduğu bəllidir. Burada artıq siz iddia edirsiniz ki, bir tanrı var, o tanrı hər hansısa bir meymun ailəsindən kontakt qurub. Bunu da qəbul eləmiş olursunuz. Qəbul elədiyiniz şey bundan ibarətdirsə, o zaman hansı meymun kateqoriyası ilə ilk olaraq kontakt qurub və kontaktın dəlilləri nədir? Və kontakt hansı şəkildə bəyan olunub, bəyanın təməlləri yazılıydı mı, dil üstündən qurulmuşdu, nə üstündə qurulmuşdu? Buna dair də hansısa bir dəlil verməmisiniz. Siz sadəcə hal-hazırda iddia edirsiniz ki, bir tanrı minlərlə çeşid din göndərib ki, bunun içində son dövrlərin sizin səmavi və tövhid dediyiniz anlayışlar da var. Yahudilik, Hristiyanlıq ki, bunlar da köklü din sayılır hal-hazırda, teoloji olaraq köklü din sayılır. Onlar da tamamen keçərsiz sayırsınız. Hal-hazırda Buddistlərin din inancını keçərsiz sayırsınız. O zaman Tanrının problemi olaraq qalır. Bu bizim problemimiz deyil. Demək ki, Tanrının anlayışında çeşid dinləri yaymaq və sabitləmək var. O zaman sizin dininizin haqlı olan tərəfləri nədir? O da ayrı bir mövzudur. Yəqin ki, davamlı da olacaq. İslamın doğruluğu ilə bağlı mövzunun. Düşünürəm ki, bu günün mövzusu deyil. Amma təkamülü qəbul elədiyinizə görə biolojik kateqoriyada insan bir meymun ailəsi mənsubunun içində, meymun ailəsinin içində özəl bir kateqoriyadır. Sizin də qəbul edildiyinizə görə. Hətta darwinist olmadan, darwinist bir təfəkkürlə deyil, daha modern bir təfəkkürlə qəbul edildiyinizi düşünürəm. Yenə də bu kateqoriyanı dəyişdirmir. Siz indi deyirsiniz ki, bir tanrı var və bir tanrı meymun şeyindən olan, qrupundan olan, meymun ailəsinin içində olan hər hansısa bir Homo sapiens kateqoriyasında olan insanlara kitab göndərib və ya vasitəçilik və ya vasitəçi göndərib. O da zəhmət olmasa ilk göndərilən vasitəçi və heç olmasa ortalarda olan bir vasitəçinin adını deyil. Məsəl üçün başlayaq Şumerlərin vasitəçilərindən, Skandinavların, Vikinglərin vasitəçiliyindən ya da Tengridəki vasitəçilərdən. Yox, əsəbləşmə deyil bu, argumentasiya deyil. Manipulyasiya eləməyin orada. Bu arada mən qarşımdakı opinat elə bir opinatdır ki, mən istənilən halda formatı dəyişmərəm. Şəxsi bir münasibət məsələsi var. Cavab vereyim. Kahvəm də bitti. Bir dayan da bir nəfəs alaq da. Yaxşı, onda dostlar 3 dəqiqə, 4 dəqiqə bir dənə fasilə eləyək, mövzuları qeydəlim. Biz robot ölür ki, biz onu kəsərik. Montajda problem varsa mən kəsib verim. Başlayaq. Sizin növbəydir. 2 dəfə danışmaq istəyirəm də o bana.
Nəsənsə. Tamam, tamam. Sən gör mən vinlərim getdi mən. Əsas odur, əsas vinlərdir. Səhv, getdi. Deməli, mən düşünürəm ki, birinci mənim çıxışda verdiyim 2 sualın ikisi də hələ də havadadır və cavab verilməyib. Və 2 sualımı bir daha təkrarlayıram ki, Çevik bəlkə növbəti mövzuda bu suallara cavab verər. 1. İbtidai insanlar fəlsəfi tanrıya necə inanırdılar, bunu necə kəşf eləmişdilər? 2. Fərqli toplumlar, bir-biri ilə əlaqəsiz toplumlar necə eyni formada fəlsəfi tanrıya inanıblar? Mən bir dənə xırda olaraq bunu qeyd edim ki, niyə görə ibtidai insanların bu cür fəlsəfi tanrıya inanması mümkündür? Bunu mümkün deyil. Onu vurğulayım. Çünki baxın, tanrı obrazı deyəndə bir var fəlsəfənin tanrısı, bir də var dinlərin ümumi təqdim elədiyi tanrı. Buna toxunmuram. Fəlsəfənin tanrısı nədir? Fəlsəfənin tanrısı dediyimiz şey budur ki, ağıl və məntiq bizə deyir ki, bir tanrı varsa, mütləq formada bu cür olmalıdır. Baxın, fəlsəfənin tanrısı budur. Və tarix boyu fəlsəfənin tanrısı iddiasında olan filosofları, şəxslər hamısı böyük filosoflar olublar. Yəni, sıravi şəxslər heç vaxt fəlsəfi tanrı iddiasında olmayıblar. Nə vaxt olublar? Məsələn, İudaizm gəlib, İslam gəlib, Xristianlıq gəlib. Bunu qoydum qırağa. Çünki bunların tanrısı fəlsəfi tanrıdır. Amma ümumilikdə toplumlarda heç vaxt bu cür tanrı obrazına toplum inanmayıb. Buna inanan olub filosoflar. Məsələn, Sokrat. Dövlət əsərində, misal üçün, Yunan tanrılarını inkar eləyərək ortaya fəlsəfi tanrı obrazını qoyur ki, tanrı varsa bu cür olmalıdır. Burada da xüsusiyyətlər var. Əzəli olmalıdır, məkansız olmalıdır, zamansız olmalıdır, əbədi olmalıdır, qüdrətli olmalıdır və sair xüsusiyyətlər ki, mən də sual verirəm. Burada bunu Marit də deyir, Schmidt də deyir, Lang da deyir ki, bu iddiadadırlar ki, hamısı ibtidai insanlar bu cür tanrı obrazına inanıblar. Mən sosioloq və antropoloqların adlarını da çəkdim və sualım yenə də, baxın, necə ola bilər ki, ibtidai insan, nizə ilə gəzən insan, oddan xəbərsiz insan, misal üçün Afrika pigmeyləri, necə ola bilər ki, Sokratın inandığı, hətta yəni təsəvvür edin, meşədə yaşayan bir insanın, mağarada yaşayan bir insanın inandığı tanrıya heç Afinada tacir inanmır. Afinada əskər inanmır, Yunan Afinasında, sivilizasiyanın artıq inkişaf eləmiş o Yunanlarda. Heç hətta bu gün belə bəzi toplumlarda bu qədər ciddi fəlsəfi tanrıya inanmırlar. Mənim sualım budur, ibtidai insan bu tanrıya necə inandı və sualım hələ də havadadır. Çevik sual verir ki, onda mən üç peyğəmbərin adını bu ümumiyyətlə mövzuya aid olmayan bir məsələdir. Niyə görə? Mən bunun adını verməsəm belə, üç peyğəmbərin adını. Mənim suallarım yenə də qüvvəsindədir. Mən peyğəmbər adı verməsəm belə sual qüvvədədir. Necə oldu ilk insanlar belə tanrıya inandı və necə oldu fərqli toplumlar eyni zamanda bu cür tanrı obrazına inandılar. Mən deyirəm bunun nümayəndədən başqa heç bir izahı yoxdur. Meymun söhbəti mən düşünürəm ki, mənim izləyicilərimə bir dənə psixoloji atakdır. Niyə görə? Baxın, Ziya meymuna inanıram. Bu iddia ümumiyyətlə tanrı meymun qrupu ilə kontakta girdi. Bəli, girdi. Meymun qrupu ilə niyə girməsin? Əgər toplum buna hazırdırsa, meymundan gəlmir, timsahdan gəlsin, kərtənkələdən gəlsin, siçandan gəlsin, ağza qanaddan fərqi yoxdur. Toplum buna hazırdırsa, əgər toplum buna hazırdırsa, tanrı niyə kontakta girməsin? Bu isə nəyə bənzəyir? Elə bil, tutalım, mən biri ilə dostluq eləyirəm, bir nəfər də qayıdıb mənə deyir ki, o spermadan yaranıb. Sən spermadan yaranan biri ilə dostluq eləyirsən. Bu qədər aidiyyətsiz bir arqument. Tanrı niyə kontakta girməsin meymun toplumu ilə? Əgər onun əqli səviyyəsi vəhyə uyğundursa və vəhyi qaldıracaq səviyyədədirsə, niyə görə ondan kontakta girməsin? Bu da başa düşülməyən bir sualdır. Qaldı, tövhiddə necə bağladığımı məncə izah elədim. Çünki o tanrı obrazı birəbir tövhid və fəlsəfənin tanrısı ilə eynidir. Qaldı, mifologiya araşdırılır deyəndə, dinlər tarixində mifologiya araşdırılır. Bunu qoydum qırağa. Amma ibtidai inanclarda mifologiya mövzunun şeyi deyil, predmeti deyil. Niyə görə? Yenə də deyirəm, mifologiyanın olduğu toplumlar xarici aləmlə mütəmadi münasibətdə olduqlarına görə onlarda fikir dəyişikliklərinin olması, fikir mübadiləsinin olması mümkündür. Ona görə də ibtidai inanc mövzusunda bu toplumlar nəzərə alınmır. Necə ki, Max Müller bunu nəzərə aldı və xəta elədi.
Eləcə də ona görə digər sosioloq və antropoloqlar bunu mövzu almırlar, nəzərə almırlar. Və son olaraq bir şey də deyim, deyirsən ay və günəş tanrısı mən totemizm və animizmə aid eləmədim. Mən bunun təkrarını izləyəcək dostların hamısından xahiş edirəm. Bura çatanda Çevik bəyin ikinci çıxışına diqqətlə qulaq asın, mən heç nə demirəm. Görün bu iddiada oldu ya olmadı. İndi bilmirəm sual qaldı qalmadı. Okey, cavablandıraram yəni bu qalan sual olsun. Gözəl. Davam. Okey. Davam. Birincisi sual olarak koymuşsam, mən bayaq onu mövzu içində cavablandırdığımı düşünürəm, amma təkrar da cavab eləyə bilərəm. Bu dəfə kəskin bir formatda cavab verə bilərəm. Fəlsəfi tanrı, Yunan filozoflarının ortaya qoyduğu fəlsəfənin tanrı, tanrıya bir tanımlama yükləmək kimi tanrı şeylədiyin, yəni açıqlama verdiyin. Məsələ burasındadır ki, sənin Yunan filozoflarının ortaya qoyduğu fəlsəfi tanrı iddiası dünən İsrailin mövzusudur. Bütün insanlıq tarixinə baxsaq. Yəni sənin fəlsəfi tanrı dediyin şeyə 8-9-cu əsrlərdə Vikinglər belə inanmırdı. Qaldı ki, onun təməlində. Yəni basit. Sənin Viking Skandinav mifologiyası 8-9-cu əsrlərin sonlarına qədər keçərli idi və adamlar da inanırdı. Hələ şümerologiyada fəlsəfi tanrı ideologiyasına çıxış eləmək sənin təsvir elədiyin kimi, sənin anlamlandırdığın kimi Yunan filozoflarının ortaya qoyduğu əzəli, əbədi, möhtəşəm bir tanrı ideologiyası dünən İsrailin mövzusudur. Yəni Yunan filozoflarıyla başlayan bir mövzudur. Ondan əvvəl hansı dəlil göstərir ki, Afrika qəbilələri, Azteklər, Mayalılar və ya bənzəri qruplar, hətta sən bundan da ötəyə iddia qoyursan ki, ta alt paleolitdə mağarada yaşayan adamlar, Neandertalı, Homo sapiensi, Homo sapiensdən öncəsi, Homo erectusu, Homo habilisi sənin fəlsəfənin iddia elədiyi bir tanrını tanrı olarak qəbul ediblər. Ki dünən İsrailinə qədər adamlar qurban zat kəsirdilər. Bir heykəl düzəldib ona tapırdılar. O heykələ də tanrı atfedirdilər. Ortada bir fəlsəfi tanrıdan söhbət belə getmir. Sənin fəlsəfi dediyin tanrı üç dinin tanrısıdır. Hal-hazırda dediyin, ona uyğunlaşdırılmış bir tanrıdır. İkincisi deyirsən ki, mən peyğəmbər adı çəkmərəm. O halda niyə deyirsən ki, istənilən qövmə, istənilən topluluğa, istənilən insan topluluğuna hər hansısa bir vasitəsilə tanrı müdaxilə etmişdir. Müdaxilənin dəlili olaraq hər hansı bir şəxsin adını çəkmirsən, amma deyirsən ki, müdaxilə etmişdir. Bu təxmindir, başqa bir şey deyil. Yəni təxmin olaraq ortaya buraxırsan ki, müdaxilə etmişdir. Amma məsələ burasında ki, sən bu formatı qəbul etsək, sən inandığın tanrı bacarıqsız tanrı olur. Çünki yüzlərlə çeşit vasitəçi, yüzlərlə də din konsepti ortaya qoyanda ki, din deyil bu. Din dediyin şey bu gün bilinən din anlayışı deyil. Sənin din dediyin şey sistemi olan, strukturu olan, mərkəzi olan, yazılı bir bəyanı olan, qaydaları olan bir qaynaqdır. Amma məsəl üçün paganist inanclar ki, bunlar inancdır, panteist inanclar, bunlar da inanc kateqoriyasında bir din kateqoriyasında deyil. Yəni türklərin inandığı şey bir din değildi. Skandinavların inandığı şey də bir din değildi. Antik Misirin də inandığı şey bir din değildi. Ki din kimi görünsə də içində strukturları var, bunun rahibləri var və s. Amma bugünün din anlayışı ilə uzaqdan yaxın əlaqəsi yoxdur. Məsələ burasında ki, sən deyirsən ki, bunların tamamı tövhid inancı ortaya qoyub. Hardan tövhid inancı qoyub ki, sadəcə Tengrizmdə 25'e yaxın, 26'ya yaxın bir tanrı var. Sadəcə Vikinglərin inandığı bir paganist inancda onlarla tanrı var. Yunanların inandığında çeşit tanrı var. Misirlilərin inandığında da çeşit tanrı var. Bunların içində orijinal tanrı hansıdır? Ümum dünyaya baxsaq 5000 civarı tanrıdan söhbət edə biləriz ümum dünyaya. Hətta kökdən, təməldən gələn inanclara, tanrı kitablarına baxsaq 5000-dən çox. Sən sadəcə birinin var olduğunu və 5000 sifətdə göründüyünü iddia edirsən, bunu aydınlaşdıraq. İkincisi də sual olarak koyduğun şey, ibtidai insanlar Yunan filozoflarının ortaya koyduğu tanrı konseptine inanırdı. Sen bunu hardan tapdın, hardan dəlil verdin ki, ve ümumiyyətlə əgər verirdilərsə, ortada bir filozofların koyduğu, Yunan filozoflarının ortaya koyduğu kimi bir fəlsəfi tanrı iddiasına çıxış edirsənsə, o zaman öz içində də öz iddiamı təqzib eləmiş olursan. Çünki reallıq ortadadır, faktlar ortadadır. Hələ dünən İsrailə qədər, yəni bütün insanlıq tarixinə görə 8-9-cu əsrlər ya da ki miladdan öncə 3500-2500-cü illər dünən İsrail sayılır. Ümum insanlıq tarixinə baxsaq. Mən ona görə deyirəm ki, dırnaq içində deyirəm. Dünən İsrailə baxanda ortada bir Yunan filosofunun qoyduğu bir tanrı yoxdur. Yunan filosofunun ortaya qoyduğu tanrının İslamla da əlaqəsi yoxdur. Məsələ bundan ibarətdir ki, ya demək istəyirsən ki, bir tanrı vardır, çeşit din göndərmişdi. Mən də deyərəm ki, buna qarşı olaraq onda sən tanrı bacarıqsızdır. Müxtəlif mərhələlərdə çeşit adam göndərir. Üstəlik deyirsən vasitəçi var, heç bir vasitəçinin adını çəkmirsən, ki çəkə də bilməzsən. Çəkdiyin anda məsələ İslam teologiyasında sabitlənmiş olur. Sən oradan qıraq qaynaqdan kiməsə peyğəmbər statusu yəni etiketləyə bilməzsən. Digər bir məsələ meymun məsələsi sənin izləyicilərinə aparılan bir atıf deyil. Meymunu sən də qəbul edirsən, istəsək də istəməsək də qəbul edilir. Bu sən qəbul etdiyin şeyin
Mənim atıfda olduğum anlamına gəlmir, bir atak anlamına gəlmir. Sən deyirsənsə ki, meymun məsələsi var işin içində və təkamül var, o zaman sənin bildiyin səmavi dinlərdə çökmüş olur öz içində. Çünki səmavi dinlərin içində bir meymun fəziləsi falan söhbəti yoxdur. Yaradılışın sabitlənmiş bir hekayəsi var. Əgər heç mən bunu Quran konseptindən də demirəm, ilk mövzularda Zəburdan, Tövratdan gətiriləndə hamısı bir-birinin ardıcıl olaraq davam edir. Yəni teoloji bugün qəbul olunan 3 səmavi dinin təməlində meymun söhbəti yoxdur. Kimsə də onu ora soxa bilməz. Əgər mövzu onların mərkəz kitabıdırsa, mərkəz bəyanıdırsa. Hələ üstəlik bu mövzunun başında duran ən önəmli məsələ o kitabların Tanrının bir bəyanı olduğunu müzakirə mövzusudur, isbatı olduğunu müzakirə mövzusudur. O ayrı bir mövzudur. İstəsən orada girə bilərik. Dediyim kimi, sən oradan qərar verdin ki, ilkel insan topluluqları, hətta mağarada yaşayan, hələ bəzən ağacda yaşayan bəlli meymun topluluqları ümumiyyətlə bir Yunan filosoflarının ortaya koyduğu bir tanrıya inanırdı. Yunan filosofları ortaya bir tanrı koyupsa ile o zamanlar da yeni bir şey eləmiş olmurlar. Yani zaten var olan bir Yunan filosofları təsvir elədiyi tanrı varsa Yunan filosofları o zaman neyi keşf elədi? Neyi yeniden koydu? Ki tarihe bakanda öyle bir şey de yoktu. Paganist tanrılarla Yunan tanrılarının, Yunan filosofların ortaya koyduğu tanrının birbirine okşaması var ki ortada. Siz iddia edirsiniz, ben vaktim bitti. Siz iddia edirsiniz ki benzer tanrıdır, eynidir. Hatta eynidir. Mikrofonum bağlıdır, at. O qədər ehtirasla danışdın ki, istəmədim söz öykəsi. Vaxtım bitdi və mən istəyirəm ki, iddialarımı cavablandırım. Buyurun. Okey, getdik. Deməli, birincisi, mən sənə çox dərin minnətdarlığımı bildirirəm ki, Seviksən bilmədən mənim iddiamı təsdiqlədin əslində. Yəni, mənim düz dediyimi təsdiqlədin və dünyada Tanrının izi olduğunu ispat elədin. Nəylə? Çünki özündə dedin ki, hələ 8-9-cu əsrlərdə eramızdan əvvəl insanlar bu cür Tanrıya inanmırdılar. Mən də bayaq onu dedim, eynən. Təşəkkür edirəm mənim sözümü təsdiqlədiyimə görə. Mən də onu dedim ki, məsələn, sivilizasiyanın inkişaf elədiyi Yunan toplumunda belə, Afinada gəzən, şəhərdə gəzən, az çox fəlsəfədən zatdan eşitmiş olan bir tacir belə, əskər belə, bu cür Tanrıya inanmırdı. Amma ibtidai insanlar bu Tanrıya inanırdılar və bu Tanrının ən böyük izidir. Yəni, bundan böyük Tanrının izi ola bilməz ki, özü haqqında insanlara çox ciddi bir formada məlumat verib və onları məlumatlandırıb. Ona görə mən sizə bir daha təşəkkür edirəm. Mənim iddialarımı dəstəklədiyinə görə, təsdiqlədiyinə görə çox sağ ol. İkinci desən, dəlil nədir? İbtidai insanların bu cür Tanrıya inandığına. Mən bizim debat başlayandan indiyənə qədər durmadan dəlillərimi deyirəm və hələ də sən soruşsan ki, dəlil nədir? Bax, yenə də deyirəm. Bu sahəni araşdırır sosiologiya və antropologiya. Və sosioloq və antropoloqlar gedirlər, sivilizasiyadan uzaq qalmış toplumların inancını araşdırırlar ki, bunlar insan övladının ilk inancına ən yaxın inanclar olmalıdır. Çünki xarici aləmlə fikir mübadiləsi yoxdur və bunun orijinal qalma ehtimalı daha çoxdur. Necə ki, dillər də bu cür araşdırılır. İndi, burada məsələ budur. Bax, yenə də dedim. Məsələn, Merit, məsələn, Andrew Lang, məsələn, Wilhelm Schmidt, bu adamlar hamısı bu qəbilələri, bu toplumları gedib araşdırıb və bu araşdırmadan bu nəticəyə gəliblər ki, bu toplumların hər birində bu cür bir tanrı konsepsiyası var. Yəni nə? Əzəli, əbədi, məkanda olmayan, zamandan asılı olmayan və hər şeyə gücü yetən, hətta animist dediyimiz toplumlarda belə, ruha inanan toplumlarda belə ruhun bədəndən çıxmasına icazə verən vahid bir ruh var ki, həmin ruh hər yerdədir və hər şeyə gücü çatır. Bunu yenə də deyirəm, Wilhelm Schmidt və Andrew Lang'ın kitablarından oxuya bilərsən istədiyin vaxt. Yəni, və türkcə tərcümələrdə var. Girib oxuya bilərsən, problem deyil. İndi məsələ budur. Bu adamlar bunu araşdırıblar. Mən yenə də sualıma cavab tapmadım. Deyirəm, ibtidai inancları araşdıran hansı sosioloq, hansı antropoloq dəlillər əsasında belə bir argumentasiya ortaya qoyub ki, ibtidai insanlar bu cür Tanrıya inanmayıb. Mən deyirəm ki, bax, saydım adlarını, Schmidt, Lang, Merit, bu cür antropoloqlar, sosioloqlar araşdırıblar və bu qənaətə gəliblər. Yəni, şəxsi araşdırmalarından bu qənaətə gəliblər. Pettazon da biraz fərqli fikirlərdə var idi. Pettazonun Schmidtlə uzun müddət debatı da var, hətta ilk ibtidai inancla bağlı. Və yenə də deyirəm, əks cavab almadım hələ də.
Qaldı deyirsən habilislər, neandertalistlər heykələ tapırdılar. Mənə çox maraqlıdır, xahiş edirəm. Mənə habilislərin və neandertalistlərin və yaxud alt paleolitdəki kimə düşürsə Erectus, Ergates fərqi yoxdur. Bunların, yəni Sapiensdən başqa, Sapiens ki ortaya çıxdı, Sapiensdən başqa toplumların mənə heykələ tapdıqlarını göstərir. Ümumiyyətlə mifologiyadan əvvəl heykələ tapmaq haqqında mənə bir dənə dəlil göstərir. Görüm harda heykələ tapıblar. Dəlili dediyim, at çəkməmək təxmindir deyirsən, mən yenə də deyirəm, adın çəkib çəkilməməsi bizim mövzumuza heç bir aidiyyəti yoxdur. Mən tutalım ki, zəifəm, at çəkə bilmədim, razı. Mən sənə deyə bilmədim ki, Çevik, Afrika pigmeylərinə gələn Peyğəmbərin adı nədir? Mən bunu sənə deyə bilmədim. İndi buradan deyə sual çıxır, mənim sualım cavablandı mı bundan? İbtidai insanların fəlsəfi tanrıya necə inandığı sualı cavablandı. Mən Afrikaya gələn Peyğəmbərin adını deyə bilmədim deyə. Xeyr, cavablanmadı. Və yaxud Avstraliya və Afrikada yaşayan insanların necə eyni tanrı konsepsiyasına inandığı sualı cavablandı? Yox. Ad deyə bilmədim. Okey, mən razı səndən. Mən uduzdum Çevik. Mən ad deyə bilmədim sənə. Bu indi suallarımı cavablandır. Necə baş verdi bu proses? Mən o sualların cavabını gözləyirəm. Bir də qaldı səmavi dinlərdə meymun yoxdur söhbəti deyirsən. Biri var ki, bir şey haqqında danışılmıyor. Bir də var ki, bir yerdə onun təkzibi verilir. Məsələn, heç bir din kitabında meymundan yaranmamışıq deyə konkret bir iddia da yoxdur. Ona görə də bu mövzular fərdin öz şəxsi seçiminə açıqdır. Yəni fərd, bir müsəlman, bir xristiyan, necə ki bu gün də belədir, yudaist, istəsə meymundan yarandığını qəbul edə bilər, dini mətnlərdən kənar, istəsə də bunu inkar eləyər. Burada heç bir şey yoxdur, məhdudiyyət yoxdur. Mikrofonum bağlıdır, Çevik. Son 5 dəqiqədə olan mövzunu tamamən manipülativ mövzu olaraq dəyərləndirəcəm. Tamamən manipülativ mövzu olaraq dəyərləndirəcəm. Ondan ki, mən sizə bir neçə dəfə cavab verdim ki, sənin fəlsəfi tanrılar olaraq, tanrı olaraq tanımladığın şeyin necə təyin olunub? Yunan filosofları bunu təyin edib. Dolayısıyla ortaya metafizik bir anlayış çıxır. O zaman sən bunu antropologiyaya bağlı görüm necə bağlıysan. Necə təyin ediblər ki, antropoloji araşdırmanın harasında təyin ediblər ki, bu tanrının figurası və ya bənzətməsi, tanrı anlayışı bu Yunan filosofları ilə birə-bir eynidir. Bunun bir cavabı yoxdur, açıqlaması da yoxdur. Böyük ehtimal verməyəcək sizə. Çünki bir neçə dəfə də tələb elədim zaten. İkincisi, dəlil məsələsi deyirsiniz. Mən deyirəm sizdən dəlil tələb edirəm öz adıma ki, siz nəyə əsasən bu araşdırmacılar antropoloji bir araşdırma, fiziki bir araşdırmadır, maddi bir araşdırmadır, qalan qalıqlardan və s. araşdırmalar edirlər. Antropoloji mövzunun harasında metafizik bir iddianı təmin edə bilirlər, metafizik bir anlayış çıxarda bilirlər. Ümumiyyətlə siz bunu aydınlaşdırın, biz də bilək ki, antropoloji bir araşdırmada metafizik inancın şəklini, formasını, nəyə inandıqlarını və vahid bir varlıqdan söhbət getdiyini necə təyin edirlər. İkincisi, bayaq deyirsiniz ki, özünüz iddianı çürüdürsə, xeyr, mən deyil, siz özünüz iddianızı çürüdürsünüz. Ona görə çürüdürsünüz ki, mən deyirəm ki, siz iddia edirsiniz ki, ilkel insan topluluqları sizin bu gün anladığınız tövhid formatında bir inanca, bir tanrıya etibar edirdi, inanırdı. Siz bunun hansı antropoloji yöntemlə elədiyini qoymamışsınız ortaya elə ki, necə bir antropoloji yöntem bu inancı ortaya qoya bilər, bu nəticəyə gələ bilər. İkincisi, mən sizə dedim ki, ardıcıllıqda, tarixi ardıcıllıqda bizim dünənistlərin deyə bir vaxtda elə insanlar heykələ daşa inanırdı və ya paganist inanclar birdən çox tanrıya inanırdı. Onda belə bir nəticə çıxır sizin iddiavızdan ki, belli bir dönemde ortada bir tövhid var idi. Sonra tövhid yoxa çıxdı. Daşkəsək gəldi. Daşkəsək yoxa çıxdı. Yunan filosofları ortaya bir tanrı qoydu. O zaman o boşluq hansı dönemde olub? Tam olarak o boşluq niye olub? Bu tanrının xətası mıydı mı? Tanrı unutmuşdu mu? Yaxşı, ümumiyyətlə tanrı maraqlanmırdı mı dünya ilə? Bunu da ortaya qoymağınız lazım ki, bu absurd bir şeydir əslində. Deməyimizdən belə çıxır ki, ilkel insan topluluqları bəlli bir mədəniyyətə sahib idilər. Bugünün tövhid dediğimiz şeye inanırdılar. Sonra birden her şey unutuldu. Kimsenin yadında kalmadı bu tanrı anlayışı. Sonra yeniden geldi. Semavi dinlerde ortaya çıktı bu tanrı anlayışı. Böyle bir şey çıkır ortada. Geride kalan boşluk hardadır. Dünən istəyinə qədər gələn paganist inancların kökəni nədir o zaman? Onu da saxlamalısınız. İkincisi, paganist inancın kökənini tövhid anlayışınız təmin eləmir. Sizin tövhid dediğiniz anlayış da dünən istəyinə bir mövzudur. Tək tanrılı bir inanc. Panteizmdən modifikasiya eləmiş bir yöntemdir əslində. Panteizmdən sonraki bir prosesdir. Digər bir məsələ. Deyirsiniz ki, cavab almadım. Cavab aldığınızı düşünürəm. İkincisi, siz Peyğəmbər nümunəsi və ya sair, mən bunu sizi uduzdurmaq və ya hər hansısa bir
kəsici kontrargument kimi istifadə eləmirəm. Əgər bir vasitə deyirsinizsə, zəhmət olmasa izah edin görə hansı vasitə, vasitəçi kimdir? Məsəl üçün, o zaman mən belə başa düşə bilərəm, izləyicilərimiz də belə başa düşə bilər ki, birdən çox topluluq var, birdən çox inanc var, hər birinin fərqli bir vasitəçisi var, amma hər biri eyni bir tanrıya inanır. Məsəl üçün biri donuz əti halaldır deyir, biri donuz əti haramdır deyir. Burada artıq Tanrının konsepti nədir? Tanrı niyə belə bir şey deyir? Tanrı da sizin Tanrıya yapışdırdığı sifətlər belə öz içində çelişki yaradır. Digər bir məsələ, siz deyirsiniz ki, antropologların adlarını çəkən dəlil niyyətim. Mən hər şeydən öncə bir izah edin görüm, hansı antropoloq detallı şəkildə dəlil olaraq qoyun ortaya, hansı antropoloq, ümumiyyətlə ilk insan qəbilələrinin sizin bugün antoloji çıxarış verəndə ilk rahatda metafizik iddia olaraq ortaya qoyduğunuz şeyi tam olaraq təyin edə bilir ki, ilk insan şeylərində, qəbilələrində bir tanrı tövhid inancına sahib idi. Halbuki ilk insan qəbilələrində olan mövzularda çeşit-çeşit tanrılar vardır. Digər bir məsələ supernatural olaraq kateqorizə edirsiniz. Günəş bəyəm supernaturaldır ki, günəşə inananlar da var idi, aya inananlar var idi. Fövqəltəbii bir güc olaraq niyə ona xitab edirsiniz ki siz? Bitti. Okey, bitdisə mən danışayım. Əgər uzun olsa təzədən pekan vurarıq, yenə davam edərəm. Bir dənə soruşmaq istəyirəm səndən. Sən bir dedim panteizmdən sonrakı dövrdür bu. Burada tam olaraq nəyə qəsd edirdin anlamadım. Desən bu dövr panteizmdən. Yəni panteizmdən sonrakı modifikasiyalardır. Hələ panteizmdən əvvəl paganizmi və ya eyni mərhələdəki paganizmi siz izah eləməmisiniz. Sən panteizm deyəndə nəyə qəsd edirsən? Bu Spinoza'nın dediyi panteizm yoxsa başqa bir şey qəsd edirsən? Spinoza'nın panteizmi öz-özlüyündə tövhiddir ki, Spinoza'nın panteizmini götürsək, Spinoza'nın öz individual inancını götürsək, Etika kitabında danışdığı tanrı obrazı, bəli, bizim dediyimiz tövhid obrazına yaxındır. Demirəm eynidir, yaxındır. bəli. Amma kateqoriya olaraq panteizmin içində qalır da. Bəli, amma panteizmin özünü götürsək, bugün başa düşülən panteizmin, bunun ateizmdən bir fərqi yoxdur. Panteizmin. Əslində hə. Fərqi yoxdur, yəni eyni bir şeydir. Mən indi bunu başa düşmək istəyirəm. Sən panteizmdən sonrakı dönəm deyəndə nəyə qəsd edirsən? Yəni Bax əzizim, mən bunu başa net izah edeyim. Bax məsəl üçün türklərin inandığı Tengrizm inancı öz-özlüyündə bir panteist inancdır. Çünki Tanrının müdaxiləsindən burada həftə 8 mən 9 müdaxiləsindən söhbət getmir. yox, panteist inanc dediyin şey təbiəti tanrı kimi qəbul etməkdir. Bənzəri bir şey. Bunun adı naturizmdir. Panteizm. Vəhdətül vücud da var bu söhbətin içində. Vəhdətül Bunun vücud adı naturizmdir. Təbiəti tanrı kimi qəbul etmək. Ola bilər, bu amma kateqori olaraq panteizm içində qalır. okey. Sən deyirsən ki, yəni əvvəl naturizm olub, sonra bunlar olub. Mənə görə hə, çünki türk tarixini ortaya qoysaq, yəni mən bu istiqamətdən götürsəm, sadəcə panteizm kateqoriyasında olan təbiətçiliyi, yəni türk şamanizminin 5000 il, 10 min il tarixi var. Daha çoxdur amma əslində. Yəni detay tam olaraq belə başa düşdüm də mən ki, sən deyirsən ki, ilk insanlar təbiətə inanıblar, düzdür? Təbiətə deyil, təbiət içindəki objelərə, məsəl üçün ay tanrısı, məsəl üçün günəş tanrısı Təbiətə və ya yağış, tanrılaşdırırlar. ildırım kimi şeylər. Təbiəti tanrılaşdırıblar. Okey, çox gözəl, çox gözəl. Sən deyirsən ki, bu ilkəldir. Nə? Sən deyirsən ki, bu ilkəldir də, yəni əvvəl budur, sonra bunlar başlayıblar artıq, bundan sonra. Sən səmavi inanclar, yəni tövhid dediyin şey nə vaxt başlayıb, onu konkret dinəndə. Mən deyirəm ilk insanlar tövhidə inanıblar. Hansı dəlillə deyirsən ki bunu? Bəs dəlilimi deyirdim də, bəs bir yaxdan bu 10 deyirəm. Dəlili deməklə hansı antropoloji yöntəm təyin edib ki bunu? Aysə, bu antropoloji yöntəm təhlil edir buna. Fərqli bir-birindən heç vaxt xəbər tutmayan toplumlar, bax, ortaq dil necə müəyyən olunur? Bir dənə o mədi. Toplumların öz arasında müəyyən olur. Fərqli toplumlarda fərqli dillər Yox, din yox, din yox. Bax, dil deyirəm, dil. Bax, hə, misal üçün bax, Fars dilinin və yaxud Rus dilinin Hind-Avropa ailəsinə aid olduğunu necə müəyyənləşdirirlər? Bunu bilirsən? Coğrafi olaraq. Ya da antropoloji olaraq dil tarixi var burada, dil mövzuları, dil tarixi var. Olaraq onda ləzgi dildə Hind-Avropa olmalıdır, deyil amma. Dil tarixi var da, bunu araşdırırlar axı. Ayrı bir bölümdə o. Bunun araşdırılmasının metodu nədir? 3 dənə Evet. təməl şey var ki, 3 dənə təməl şey. Bu şeylər, bu sözlər eyni olduğu zaman, eyni və ya oxşar olduğu zaman dilçilər bu qənaətə gəlirlər ki, bu dillər eyni qrupdandır. Bunlarda nələrdir? Bir, ünsiyyət vasitələri, salam, sağ ol, necəsən, bu. 2, bədən üzvləri, göz, ağız, bədən, qol, əl. 3, ailə üzvlərinin adları, məsələn, ana, ata, bacı, qardaş, əmi, dayı. Niyə görə? Çünki bunlar toplum içində ən az səhrifə məruz qalan sözlərdir. Bundan çıxarış edirlər.
İlk insanların inandığı dini də nədən çıxarış edirlər? Bunların inandığı ortaq şey nədirsə, bax Avstraliya aborigeni ilə Afrika pigmeyinin və Peru Naskası qəbiləsinin inandığı ortaq şey nədirsə, qənaət budur ki, ilkel inanc budur. Çünki bu hamısında qalıb. Bax, hamısında qalıb bu. Bu o deməkdir ki, ilki budur. Başlayayım mən danışmağa. Əzizim, birincisi dil tarixi və dilçiliyin bu mövzuyla heç bir əlaqəsi yoxdur. Bunu da manipülativ bir mövzu olaraq qəbul Yox, mən izah üçün İkincisi, dedim bunu. Mən verilən sual bundan ibarətdir ki, antropoloji metafizik bir iddia qoymaq üçün ortaya ki, bunların bir tevhidi vardır. Nəticədə tevhidin də metafizik bir iddia olduğunu özünüz qəbul ediniz. Metafizik bir iddianı nə ilə dəlilləndirib ortaya qoyursunuz ki? Sadəcə inandıqlarını deyirsiniz. Onda başlayaq Alpaleolitdən, mağara şəkillərindən və s. Mağara şəkillərində bəzən fillər də olub, bəzən başqa heyvanlar da olub. İnanclarla bağlı olan, hələ old belə kəşf olunmamışdan qabaq inancları təyin edib, metafizik bir iddiaya necə yıxırsınız siz? Okay, başlayayım. Buyurun. Getdik. Ya Allah, vur pekanı. Uzun olsa mənə imkan verərsən, biraz artıq danışıram. Getdik. Deməli, deyirsən, dil manipulyasiyadır. Mən çox bir dənə buna xırda toxunum. Mən niyə görə dili misal çəkdim? Ortaq dili... Çox üzr istəyirəm, girməmişdən öncə böləcəm qısa bir şeydə. Ümumiyyətlə bir neçə dəfə bu girişim oldu. Bu yəni bir şey kimi, bir uyarı kimi şeydə, yəni. Heç bir problem yoxdur. 2-3 dəfə dediniz, demədiyim və əlaqələndirmədiyim şey dil manipulyasiyadır demədim. Dedim ki, ümumi formatınız mövzunun 5 dəqiqəlik formatında manipulyativ giriş elədim. Nə əlaqəsi var idi bura? Bu manipulyasiyadır, belə dedin də. Mən ümumiyyətlə bundan qabaqki 5 dəqiqənizdə bəli manipulyasiya olaraq dəyərləndirirəm. Və bir neçə dəfə də siz təkrar elədiniz, ümumiyyətlə demədiyim şeyləri dediniz ki, belə yozdunuz. Tamam. Onu düzəliş edəcəm. Okay, mən üzr istəyirəm. Mən təbii ki, səhv başa düşdüm. İndi təkrarda dostlar baxarlar, ola bilər mən səhv başa düşmüşəm. Mən bu cür başa düşdüm ki, dedi dildən danışmağın manipulyasiyadır. Nə əlaqəsi var idi? Ola bilər mən səhv anlamışam. Bunu qoyduq qırağa. Deyirsən ki, bax birinci iddiaya girirəm. Deyirsən bu tanrını Yunan filosofları kəşf eləyiblərsə, bundan əvvəl necə var idi? Bax. Bunu Yunan filosofları kəşf eləməyiblər bu tanrını. Bu tanrını Yunan filosofları ağıl və məntiq çərçivəsində tərifləndiriblər. Tərif veriblər buna ağıl və məntiq çərçivəsində və bu ona görə fəlsəfənin tanrısı adlandırılır. Çünki məntiq və ağlın izahı var buna. Yəni nədir izah? Tanrı varsa mütləq formada bu cür olmalıdır. Yəni bu Yunan filosoflarının kəşfi deyil. Bu ibtidai qəbilələrin inandığı bir şeydir. Sadəcə olaraq Yunan filosofları buna izah veriblər, açıqlama veriblər və məntiqlə açıqlayıblar bunu. Bunu qoyduq qırağa. Deyirsən ki, sosioloq və antropoloqlar qalıqdan çıxarış eləyirlər. Bax, eynən dediyi yazmışam. Bax, qalıqdan çıxarış eləyirlər. Ben bunu necə təyin eləyirlər ki, ibtidai insanlar buna inanıblar. Tamam, bunu da qayıdıb baxarlar dostlar. Yəni %100 deyirəm ki, valla sən dediyin kimi qeyd eləmişəm bura. Birinci, sosiologiya və antropologiya, arxeologiya deyil ki, qalıqdan çıxış eləsin. Antropologiya və sosiologiya ümumiyyətlə cəmiyyətin formalaşmasını və davranışlarını öyrənən sahələrdir. Misal üçün, dil necə formalaşdı, din necə formalaşdı, insanlarda mədəniyyət necə formalaşdı. Bunu məsələn antropologiya araşdırır və yaxud insanların toplumun davranışı nədir? Məsələn, din topluma necə təsir edir? Bunu sosiologiya araşdırır. Yəni burada qalıqdan söz getmir. Burada qalıq söhbəti yoxdur. Burada bunu arxeologiyadır qalıqdan çıxarış eləyən. Və mən də ən əvvəldə dedim, bunu arxeologiya ilə, ibtidai inancları başa düşmək mümkün deyil. Necə ki, Mircea Eliade də Harari də bu iddiadadır ki, bu belə bir iddia ola bilməz. İndi deyirsən ki, bunu necə təyin edirlər? Mən düşünürəm ki, bəlkə 3 dəfə izah verdim buna, bir də verim. Sənin xətrə bir də verim. Bax, sosioloq və antropoloqlar cəmiyyəti araşdırırlar, cəmiyyəti. Və bunlar sivilizasiyadan ən uzaqda qalmış toplumları araşdırmaq üçün yola qoyulurlar. Misal üçün, Wilhelm Schmidt gedir Avustraliyada aborigenlərin içinə girir və onları araşdırır. Gedir Afrikada pigmeylərin içinə girir, bunları araşdırır. Gedir Naskada, Naska qəbilələrin içinə girir, bunları araşdırır və bu araşdırmalardan antropoloqların gəldiyi qənaət budur ki, bu toplumların hamısında supernature və impersonal bir tanrı inancı var. Bax, hamısının gəldiyi, hamısı deməyim, əslafla yanlış deyirəm, hamısı deyil. Yox, hamısı deyil. Amma əksəriyyəti bu inancdadır və dəlilləndirən antropoloqlar bunlardır. Və bunlar dəlilləndiriblər bunu və bir də dedim, bunun araşdıran sahə antropologiya və sosiologiyadır. Və bunun da meyarda dedim, necə araşdırdıqlarını. Əgər əksi şeyin varsa, dəlilin varsa,
gətirə bilərsən. Yox, induktiv deyil bu. Bu deduktivdir artıq. Toplumlar çoxsu araşdırılır və sonra ortaq nəzərə, məxrəcə gəlilir. Bu induktiv olsaydı, məsələn, gedərdi bir dənə Avstraliya aborigenlərini araşdırardı. Deyərdi ki, ha, buna görə bütün insanlar ilə olar. Bu induktivdir. Amma deduktiv odur ki, bax, bunun da fərqindəyim. Burada olan dostlar çaşqınlığa düşməsinlər. İnduksiya budur ki, fərddən çıxarış edib ümumi qərar verilir. Misal üçün, çıxıram həyətə, məhliyə, görürəm ki, bir dənə ağ rəngdə qaz var. Və mən deyirəm ki, qazlar ağ rəngdədir. Bu induksiyadır. Bu düzdə ola bilər, səhv də ola bilər. Bu ehtimaldır. Bir də var, mən dünyadakı bütün qazları araşdırıram. Misal üçün, görürəm ki, hamısı ağ rəngdədir. Deyirəm, bütün qazlar ağ rəngdədirsə, sənin həyatında olan qaz da ağ rəngdədir. Bu deduksiyadır artıq. Ümumidən xüsusiyə çıxarış edirsən. Bunu da qoydum qırağa. Sual verildi deyə çox üzr istəyirəm. Mən adca artıq danışaram, biraz bir mövzuya da toxunmaq istəyirəm. Sual verildi deyə cavab verdim ona ki, çaşqınlıq olmasın, başa düşsünlər tam. Və bir sual verdin, dedin, əvvəl tövhid var idi, sonra dəyişdi bu, paganist mi oldu? Bəli. Ümumiyyətlə, bütün inancların kökündə tövhid inancı mütləq formada var. Sadəcə olaraq insanlar sonradan bu inanclara müdaxilələr eləyərək fərqli məsələlər çıxardılar ortaya. Misal üçün, Yunanlarda Helios deyə bir tanrı var. Bizim dediyimiz formada bir tanrıdır. Sadəcə olaraq Zeus, Titanlar, Poseidon, Hera artıq sonradan ortaya girmiş mifoloji qəhrəmanlardır. Məsələn, Misirlilərdə Atom var. Məsələn, bu da bizim düşündüyümüz bir. Məsələn, Exnatonun şeirlərindən biz bunu tamamilə açıq-aydın görə bilərik ki, Exnatonun inandığı o atom tanrısı nədir? Eynən bizim dediyimiz tövhiddir. Sadəcə olaraq insanlar hər topluma peyğəmbər gələndən sonra bu inancı dəyişirlər və müdaxilələr edirlər. İndi bir də son məsələyə toxunam. İcazə verirsən mənə bu 2 dəqiqəndə danışım? Okay, təşəkkür edirəm, çox sağ ol. Deməli, Çevik deyir ki, ibtidai inanclar naturizm idi. Bundan sonradan ortaya çıxdı. Bu çox ciddi bir xətadır və antropologiya və sosiologiyanı araşdıran insanın bu qənaətə gəlməsi mümkün deyil. Bunu baxın, Max Müller'dən başqa Almanyalı lingvistik alim, dil alimi, dilçi. Max Müller'dən başqa ibtidai inancların naturizm olduğunu deyən bir dənə sosioloq və antropoloq yoxdur. Bu Max Müller'in iddiasıdır. Və Max Müller də bir xətanın nəticəsində buna gəlib. Xəta nə idi? Max Müller gedir Hindistana və burada Upanishadları və Vedaları tərcümə edir. Və Vedaları tərcümə edən Max Müller maraqlı bir şey görür orada. Görür ki, Vedalarda olan tanrı adları təbiət adları ilə eynidir. Təbiət adlarının eynilik təşkil edir. Və Max Müller bu qənaətə gəlir ki, ibtidai inanclar naturist inanclardır. Yəni, ilk insanlar təbiətdəki obyektləri tanrı kimi qəbul eləyiblər. Bunda dil xəstəliyi deyilən bir nəzəriyyəsi var Max Müllerin. O uzun olacaq deyə onu burada açmaq istəmirəm. Bundan əsaslandırıb. Əsaslandırması zəifdir. Niyə görə? Çünki başda Emil Durkheim kimi böyük sosioloq olmaqla, fransız sosioloq, yəqin ki, çoxunuz tanıyırsınız. Onun kitabı var, İbtidai İnanclar və Dinlər. O kitabda naturizmi yetəri qədər tənqid edib və tənqidi nədir? Max Müller yalnız Hindistanı müşahidə edib, Emil Durkheim isə daha çox toplumları və ibtidai qəbilələri analiz edib, müşahidə edib. Və orada Emil Durkheim də dəfələrlə qeyd edir ki, bu Max Müllerin düşdüyü ciddi bir xətadır. Xəta nədir? Max Müller mifologiyanı araşdıraraq ibtidai inanc haqqında rəy verib. Bu ciddi xətadır. Mifologiyadan ibtidai inanca rəy verilə bilməz. Bu mümkün deyil. İbtidai inanc haqqında verilən rəy mütləq ibtidai inancın araşdırılması ilə verilməlidir. Mifologiyadan çıxarış xətalıdır və Durkheim deyir ki, mən araşdırdığım toplumların heç birində naturizmi görməmişəm. Naturizm ancaq və ancaq mifologiyalar olduğu dönəmdə ortaya çıxır. Din və mifologiyaların dövründə. Buyur, çox üzr istəyirəm, uzun oldu biraz. Səsin gəlmir. Hə, başlayaq. Sorun deyil, uzun olması sorun deyil. Bu arada bayaq dediyim kimi, sən tələb elədiyin kimi mən də dəlil tələb elədim. Ortada bir dəlil yoxdur. Hər toplumda peyğəmbər var deyirsiniz, amma heç bir toplumun da adını çəkmirsiniz və o peyğəmbərlər də demirsiniz. O peyğəmbərlər kimdir yəni? İkincisi, bayaq dediniz ki, antropologiyanı sosiologiya ilə qarışdırır. Xeyr, qarışdırmadım. Hətta siz özünüz belə antropologiyada doğru düzgün tərifini də vermədiniz. Və ya içində hansı bölümlər var, nələr araşdırır? Bioloji araşdırır,
kultural, yəni mədəniyyət istiqaməti araşdırır, lingvistik araşdırır, dil və sosiologiyadakı rolu, sosial həyatdakı rolu, arxeologiyanı araşdırır və bəlli istiqamətləri, bioloji və arxeologiyanın araşdırması bu insan qalıqları üstündən aparılır. Dolayısıyla antropologiya insan qalıqlarını da araşdırır deyə bilərəm. O yapışdırmadan çıxaq. O yapışdırmadan çıxaq. İtiraza bax, tamam. Digər bir məsələ, dilin tarixi məsələsi sabitdir. Dilin tarixi məsələsi var bu işin içində. İlk şeylərdə, ara keçidlərdə, ara keçid olmasın və ya ümumiyyətlə keçid dövrlərində, ovçu toplayıcı dövrlərdə siz heç bir yazılı və ya divar çizimi qaynağı olmadan nə istiqamətdə qərar verirsiniz ki, və ya heç bunu arxeoloji tərəfdən də dəstəkləmirsiniz, nə tər qərar verirsiniz və hansı metodla qərar verirsiniz ki, ovçu toplayıcıların ilk əlləri hər hansı bir tövhid inancına sahib idi. Hal-hazırda belə dünyada tövhid inancına sahib olmayan insanlar yaşayır. Yəni hal-hazırda bu qədər texnologiya, bu qədər bilginin olduğu bir dünyada tövhid inancına sahib olmayan adamlar var. İkincisi, mənə konkret olaraq deyin görün bu ağacdan düşüb, bananın başını buraxıb ovçu toplayıcı bir formata keçən insanın geridə buraxdığı bir yazılı qaynaq yox, geridə buraxdığı bir mağara rəsmi var, yox, bir mağara təsviri yox, heç bir şey yox. Siz nəyə əsasən qərar verdiniz ki, bu cənablar tövhid inancına sahib idi. Ümumiyyətlə tövhid dediyiniz şey mənim bildiyim tək Allahlılıqdırsa, məlum məsələdir ki, bu ovçu toplayıcı qəbilələr təbiət təməlli inancları var idi. Məsələn, özündən güclü olan, özünün qarşı çıxa bilmədiyi üst bir qüvvəyə inanırdı. Amma birdən çox qüvvəyə inanan topluluqlar da var işin içində, paganist topluluqlar da var. Və bu birdən çox inananların içində bəlli bir təsvirlərə, heykələ, daşa, kəsəyə də inananlar var idi. Siz bunu tövhidlə necə müqayisə edirsiniz? Hələ bugünün tövhid anlayışı ilə bunu müqayisə eləmək şansınız belə yox. Çünki bugün belə ortada düzəməlli bir tövhid inancı yoxdur. Siz bütpərəstliyi rəddiyəsini verirsiniz, amma təməldə bütpərəstliklə gəlirsiniz tövhid dediyiniz şey. Tövhidin içində bir tır dolusu bütpərəstliyi var. Başqa paganist inanclar hələ də keçərlidir. Ondan mən belə başa düşürəm ki, və cümlə aləm də belə başa düşür ki, sizin tanrı dediyiniz şey bacarıqsızdır. Ona görə bacarıqsızdır, hələ ki tövhid inancı tam oturuşmayıb. Bir ikincisi də boşluq deyirsiniz. Bayaq da təsdiqlədiniz onu, niyə təsdiqlədirsə mən də bilmirəm. Dediniz ki, bəlli bir tövhid inancı var idi, sonra birdən-birə dəyişdi və ta Yunan filosoflarına qabaq da bir tövhid var idi zaten. Bəlli bir dönəmdə var idi. Yunan filosofları nə elədi? Gəldi bunları bəlli bir çərçivəyə saldı, məntiq qaydalarına saldı və s. bir şey saldı. Onda mən sizdən bugünkü tövhid anlayışına tam olaraq nə edirsiniz? Tək tanrılı bir inanc deyirsinizsə, bildiyim qədərilə sizin dediyiniz tövhidin tanrısı ilə günəş tanrısı eyni tanrı deyil. Ya da günəş özü bir tanrı olaraq dəyərləndirilirsə, günəş tanrı deyil. Ay tanrısı dediyiniz şey, ayın tanrısı ilə sizin tövhiddəki tanrı eyni tanrı deyil. Ya da ildırım tanrısı, bərəkət tanrısı kimi tanrılar da sizin tövhid anlayışı ilə eyni tanrı deyil. Birdən çox tanrı konsepsiyasıdır. Siz bunu demək istəyirsinizsə ki, mən belə başa düşdüm, belə yorumladım. Siz demək istəyirsiniz ki, bunları toplayan Yunan filosofları idi, ortaya bir dənə düstur və tək bir zəruri varlıq qoyur. Məsələ bundan ibarətdir, ondan qabaq da var idi zaten. Siz bir deyin görə bizə, biz insanlara deyin görə, siz tövhid deyəndə nə nəzərdə tutursunuz? İslamın ortaya qoyduğu tanrı və ya İslamın ortaya qoyduğu tanrıysa, bu söhbət İslamın ortaya qoyduğu tanrıysa, İslam dünən İsrailin mövzusudur. İslamın tövhid dediyi şey nədir? Ay tanrısını bir araya hansı metod ilə gətirirsiniz? Nə tür bir anlayışla gətirirsiniz? Ümumiyyətlə, İslamın tanrı dediyi, yəni zəruri varlıq ya da vəhdətül vücud nə tür siz adlandıra bilərsiniz? İslamın Allah dediyi şey nədir? Nə bilim, bərəkət tanrısının, sperm tanrısının və ya başqa bir natural mövzunun içindəki tanrını necə bir kateqoriyaya salırsınız ki, bunlar eyni şeydir. Çünki İşin içində Misirin çeşit tanrıları var. Həqiqətən adamların ritualları var. Nil çayı ilə bağlı. Detay vermək istəmirəm. Bu kritik detaylara girəndə ya da davamındakı mövzularda deyərəm. Adamların sortmasort tanrısı var. Hətta biraz sıxsam mifologiyanı və ya ümumiyyətlə köhnə tanrı anlayışlarını dədəm belə tanrı çıxar işin içindən. Siz bunu İslamın tövhidi ilə birləşdirirsiniz. Bunun konkret cavabını almaq istəyirəm. Ümumiyyətlə İslamın tanrı dediyi şey, anlayış, bu anlayışla üst-üstə düşən bir anlayışdır, bildiyim qədərilə. Bu qədər sadədir əslində. Mən dəlil istəyirəm. Bayaqdan istədiyim şeylərin heç biri cavablı da öz hansı metodla qərar verdiniz ki, mağara adamları ümumiyyətlə şəkil çəkməyən, heç hələ mağaraya girməmiş bədbaxt oğlu bədbaxt hansı tanrıya inanırdı? Siz bunu nə cür dəyərləndirdiniz? Nə cür qəbul ediniz ki, bu adamların heç mağara şəkilləri yoxdur? Lap deyək ki, alt paleolitə qədər gəldilər bunlar. Alt paleolitin bəlli mərhələsinə qədər gəldilər. Tamam, oradan sonra başladı mağara çizimləri və s. Onu antropoloji olaraq dəyərləndirməyə ala bilərsiniz. Ağacdan düşüb təzə yeriməyə başlayan bir kateqoriyada olan qrupu siz necə dəyərləndirdiniz ki, dediniz ki, bu tövhidə inanırdı. Oy. Məncə yetərincə açıq danışdım. Və bunu sonra anlayabilirik. Açıq da, hə?
Açıq deyim. Bu son rounddur onda. Ümumidə yox ha, bugünkü. Yəni necə istəyirsən mən daxil prosta 2 dəqiqə 3 dəqiqə fasilə verəcəm mən çıxışımı eləyim sonra istəsən sən ala belə. Bəlkə ümumi ikimiz də bir dənə fasilə verək, sən davam elə. Hətta 10 deyirəm də ümumi fasilə deyək 3 dəqiqə 4 dəqiqə. Hə, ümumi fasilə. Anlayışla qarşılayıram. Tamam. Biz də insanıq. 3 dəqiqə 4 dəqiqə fasilə bizə maraqlı deyə burada qırıq 2 nəfər amma biz də dincəlmək gəlirəm 3 Bu arada dəqiqə. o söhbəti mən yaxşı qarşılamıram. Mən özümü sirk klonu kimi hiss edirəm onda. Yox, insanlar üçün həmişə debat maraqlı olur. Özdə tanrı mövzusu varsa daha maraqlıdır. Gəlirəm 3-4 dəqiqə çevir. Sən növbən idi? Ha. Yenə dalbadal danışmaq istəyirsən, sən. Yox, yadımdan çıxırdı. Mən sevdiyim mövzudur, rahat olduğum mövzudur, ona görə. Buyurun. Ha, başlayım. Əlbəttə. Okey. Deməli, yenə də sual verdim ki, ibtidai inanclara dəlil nədir? Və mən buna 4 dəfə bəlkə cavab verdim, yenə də cavab vereyim. Bax, mən ibtidai inancdan danışanda Homo habilisi, Homo neandertalesi nəzərə almıram. Niyə görə? Çünki bunların dini inancını bilmək mümkün deyil. Mümkün olmadığına görə də bizim qəsdimiz bu deyil. Bizim qəsdimiz budur ki, sivilizasiyadan uzaqda qalmış toplumların ortaq inancı nədirsə, ilkel inanc odur. Ortaq inancdan gedir söhbət. Niyə görə? Bax, misal üçün, belə izah edeyim sən. Antropologiya necə araşdırır bunu? Bax, tutalım ki, getdik Lənkərana. Oradan getdik Şəkiyə. Oradan getdik Göyçaya. Oradan da getdik Naxçıvana. Oradan da Zaqatalıya. 5 dənə rayonu getdik, müşahidə elədik və gördük ki, bu 5 dənə rayonda fərqli-fərqli şeylərə inanırlar. Fərqli-fərqli şeylərə inanırlar. Amma 5-inin də bir dənə inancı var ki, ağaca qırmızı parça bağlayıb arzu tutmaq arzunun həyata keçməsi deməkdir. Bax, 5-i də bunu deyir. Burada biz nə qənaətə gəlib? Bu qənaətə gəlirik ki, bu toplumlar ən başda buna inanıblar. Bu bunların təməl inancıdır. Hamısının təməl inancıdır. Başqa inanclar artıq kənardan gələn fikir mübadiləsi nəticəsində ortaya çıxıb. Ya da ki, bu inancı bunlara hamısına eyni adamlar və yaxud eyni adamın göndərdiyi nümayəndələr öyrədib. Əks halda bunların hamısının eyni anda qırmızı parçanı ağaca bağlamaq, arzunu həyata keçirdir, iddiasını kəşf eləmək ehtimal xaricindədir. Bunu qoyduq qırağa. Digər bir məsələ. Deyirsən ki, ibtidai insanlar, bunu dedim də bu habilis sapiens məsələsi, bunu zaten araşdırmaq mümkün deyil, dəfələrlə izah elədim. Çünki bu cür arxeoloji qazıntılarla ibtidai inancların ortaya çıxarılması mümkün deyil. Yəni, heç bir insan arxeoloji qazıntı ilə ibtidai insan haqqında ibtidai inanc haqqında fikir əldə edə bilməz. Bu sadəcə olaraq subyektiv fikir ola bilər onun, bunu qoydum qırağa. Və mən yenə də mənim sualıma gəlir. Necə oldu? Ağacda yaşayan insan bananı qoydu, getdi tövhiddən danışdı. Bu suala cavab vermədi. Təşəkkür edirəm. Bu suala cavab vermək lazımdır. Bu sualın cavabı gəlməyib hələ də. Ən başda qoyduğum sualdır və cavabı yoxdur. Deyirsən ki, tövhidin özündə paganizm var məsələsinə heç girmirəm. Çünki bu artıq mövzusudur. Yəni İslamda paqan dəyərləri varmı falan filan. Bu ayrı bir şeyin mövzusudur deyə toxunmaq istəmirəm məsələyə. Deyirsən ki, indi ən önəmli məsələ sənin sualının belə deyək də əsas konteksti budur ki, tövhid deyəndə nəyə qəsd edirsən sən? Tək bir tanrıya inanmaqmı, yoxsa xüsusi bir parametrləri olan tanrıya inanmaqmı? Tövhid deyəndə misal üçün, tutalım, Afrikalı pigmeyi bir dənə ağacı qoyub qabağına inanır. Bir dənə ağaca inanır. Başqa tanrısı yoxdur bunun. Bu da mı tövhiddir? Mən belə başa düşdüm ki, sənin sualın məğzində buydu. Tövhid deyəndə qəsd elədiyin şey nədir? Səhv deyirəmsə izah eləyərsən ona. Bax, tövhid deyəndə qəsd elədiyimiz şey nədir? Fəlsəfənin tanrısı ki deyirik, müəyyən xüsusiyyətləri var. Tövhid dediyimiz şey budur. Yəni, tövhid təkcə Allahın tək olduğu mənasına gəlmir. Tövhid, Allah təkdir, Allahın məkanı yoxdur. Allah zaman daxilində deyil, əzəlidir, əbədidir, hər şeyə gücü yetəndir, hər şey onun icazəsi ilə baş verir. Bax, tövhid dediyimiz şey bu tanrı konsepsiyasını ortaya qoymaqdır ki, ibtidai insanların inandığı tanrı
tanrı bu tanrıdır. Və mənim də ən başdan verdiyim sual budur. Bax, suala bir daha diqqət elə. Necə ola bilər ki, zaman haqqında təsəvvürü olmayan ibtidai insan zamanın fövqündə tanrıdan bəhs edir? Əzəlilik nədir bilməyən ibtidai bir insan əzəli tanrı haqqında söz açır. Məkanı tərif verə bilməyən, məkan nədir bilməyən ibtidai insan məkanın fövqündə olan bir tanrıdan söz açır. Mən deyirəm ki, ibtidai insanın bu cür tanrıdan söz açması tanrının yer üzündəki ən böyük izidir və nişanəsidir. Necə? Bu onu göstərir ki, Tanrı hər topluma öz nümayəndələrini göndərib və bu nümayəndələr həmin toplumlara Tanrı haqqında fikir öyrədiblər insanlara ki, Tanrı budur. Başqa cür mümkün deyil bu Tanrı obrazını kəşf eləmək və necə ola bilər ki, fərqli toplumlar eyni anda hər biri bu cür bir Tanrı inancına, yəni tövhidin Tanrısı inancına inanırlar. Və mənim sualımın məğzi budur ki, mən ən başdan, yəni indiyənə qədər bu suala cavab tapmadım və cavab almadım, ancaq suallar gəldi və heç bir belə deyə arqumentasiya ortaya qoyulmadı. Bir də peyğəmbərlərin adı məsələsinə bayaq dedim, yenə də deyirəm. Bəli, mən qəbul edirəm ki, mən sənə peyğəmbər adı deyə bilmirəm. Okey, qəbul elədim. Mən sənə demirəm ki, pigmeylərə gələn peyğəmbərin adı Embolo idi. Və yaxud demirəm, Avstraliya aborigenlərə gələn peyğəmbərin adı Skoko idi, Elsaka idi. Bunu demirəm. Mən deyirəm ki, adım bilmirəm. İndi sual verirəm. Adım bilməməyim mənim suallarımı bir kənara atırmı ümumiyyətlə ki, bu tanrını necə kəşf elədilər? Buyur. Ay xanım, mikrofonu götür mikrofonu. Xanım kimdir? Alabellişdə deyir də. Hə, mikrofonu. Hə. Mən bitirəcəyimə görə bunu final olaraq dəyərləndirirəm. Bugünkü mövzunun final olaraq dəyərləndirirəm. Okay, buyurun, sən danışmısın? Bəli. Birincisi, mən dəlil olaraq da, argumentasiya olaraq yetərli argumentasiyada verdim, yetərli qaynaqda verdiyimi düşünürəm. Mənim verdiyim sualların heç birinin ortada dəlili yoxdur. Məsəl üçün kimi deyirsən, Avstraliya aborigenləri və ya nə bilim Amazondakı qəbilələr. Bu arada məlumatın olsun, Avstraliya aborigenləri də oradadır. Latin Amerikasındakı bəzi qəbilələr də oradadır. Afrikada da birdən çox qəbilə var zaten. Onların da hələ də bir tövhid inancı yoxdur. Demək ki, hələ adamların texnologiyada xəbəri yoxdur, qaldı ki, tövhid inancında. Yəni bu adamlar oradadır. Səndən iki qardaş oturub təyyarəyə girib baxa bilərik. Təbii ki, bir sponsor tapsaq. Aborigenlər də oradadır, Latin Amerikasındakı qəbilələr də oradadır. Bizi buraxsalar işlərinə ki, baxarıq görək onlarda bir tövhid inancı var yoxsa yox. Qaldı ki, tövhid inancına, sən tövhid dediyin inanc monoteist təməllər olan, yəni monoteist bir anlayışın içində qalan bir anlayışdırsa, monoteist anlayış eradan əvvəl 7-ci əsrə gedir, təsadüf edir, Yahudiliyin modifikasiyasına təsadüf edir. Ondan qabaq bir monoteist inanc yoxdur. Əgər sən ilkel insan qəbilələri deyəndə ağacdan təzə düşmüş qəbilələri nəzərdə tutmursansa, 10 min il, 11 min il, 12 min il, 20 min il, 15 min il bundan əvvəl var olan insanları nəzərdə tutursansa, bunlar ilkel insan qəbilələr deyil. Amma insan qəbiləsi olaraq nəzərdə tutursansa, nümunəsi Göbəkli təpədir. Göbəkliyin içində yüzlərlə tanrı totemi və ya aidiyyəti ruh kulturu var. Bu o deməkdir ki, ortada bir tək tanrılı anlayış yoxdur. Yəni monoteist bir anlayış yoxdur. O səbəbdən yox ki, dəlil ortadadır. Göbəkli təpənin 12 min il tarixi var. Gedib istənilən bir arxeoloq və ya istənilən sivil bir vətəndaş muzey formatında da olsa gəzə bilər oranı. Gedib baxsaz, orada hər hansısa bir tövhidə uyğun bir anlayış seçə bilməzsiniz. Sizin tövhid dediyiniz şey 3 səmavi din olaraq qəbul edildiyiniz bu 3 dinin təməlində qalırsa, uzaqdan yaxın əlaqəsi yoxdur bunun. 12 min illik, 11 min illik anlayışlara. Dediyim kimi, bax burada deyirsiniz ki, lingvistik araşdırmalar. Məsəl üçün, mənə deyin görək, aborigenlərin hansı lingvistik araşdırmaları və ya hansı mağara çizimləri ilə siz antropoloji olaraq qərar verirsiniz ki, onlar tövhidə sahib idi. Ki lingvist araşdırma üçün və ya ümumiyyətlə antropoloji araşdırma üçün bu gün də o qəbilələr var və bu gün də tək tanrılı inanca, monoteist bir inanca sahib deyirlər. Adamlar dağa taşa qurban kəsən adamlar var. Məsəl üçün Yakutlarda tengrist inanca sahib olan, panteist bir inanca sahib olan topluluqlar var. Gedib bu gün də mən dədəm özü dağa dərəyə kəsir, qurban kəsir. Yəni bildiyin bəlli günlərdə gedir toyuq kəsir dağa dərəyə. İndi sən necə deyə bilər? Dədəm ilk insan qəbiləsinin mənsubu deyil, bildiyim qədərilə müasir bir insan qəbiləsinin mənsubudur.
Və hələ də buna inanmayanlar varsa, deməli hələ Tanrı tutarlı bir şey ortaya qoymayıb. Bu dolayısıyla Tanrınız bacarıqsızdır ya da başqa bir problem var. Deyirsiniz vasitəçi gəlib, üstəlik vasitəçinin gəldiyini iddia edirsiniz. O sırada bir vasitəçi yoxdur. Vasitəçiyə dair dəlil də yoxdur. Onu da qoydum qırağa. Ola bilər ki, siz bilməyə bilərsiniz. Sukao qəbiləsində nə bilim Yoçyo baba var idi mi, yox idi mi? Onu da qəbul eləməyə bilərik. Problem yoxdur. Amma bu qəbilə hansı təmas dilində təmas qurub? Bir dil var idi mi ortada? Tanrının neçə dənə dil təması var ortada? Son beyanları nə deyir? Hansı bir beyana əsaslanaraq siz deyirsiniz ki, bir tanrı ilə əlaqə qurmuşdular. Çünki adamların çeşit-çeşit tanrısı var idi. Məsəl üçün deyir, şəhər topluma bir vasitəçi gəlib. Bayaq soruşduğum kimi, Skandinavlara gələn vasitəçi, onlara dedi ki, 8 dənə tanrı var. Və ya Tengrislərə gələn vasitəçi dedi ki, onlara birdən çox tanrı var. Umayana, Ərlik, Tengrinin özü, Kayrahan, çeşit-çeşit tanrı anlayışları var. Mən hardan bilim sən hansı tanrının tövhid kateqoriyasına alırsan. Bu bir ikincisi tövhid dediyin şey, tövhid demirəmsə, İslam konseptindən çıxardıb ümumiyyət salanda monoteist bir anlayışdır. Monoteizmin tarixinə baxanda 7-ci əsrdən, eradan əvvəl 7-ci əsrdən o tərəfə ortaya bir tutarlı dəlil qoymamışsınız. Misir piramidalarına ya da Rosetta daşı mövzusuna baxanda ya da Misir hieroqliflərin tərcüməsinə baxanda ortada da bir tövhid anlayışı yoxdur. Mən belə başa düşdüm ki, ilkel insan qəbilələri meymunu buraxıb tövhidə getmişdi. Bananı bırakıp tövhide gitmişti. Sonra birdenbire tövhid yadlarından çıktı. Banan kimi her hansı bir figuraya itaat etmeye başladılar. Sonra her hansı bir filozoflar geldi vesaire, başkaları geldi, ortaya bir tövhid inancı koydu. O zaman Tanrı bacarıqsızdı. Çünkü mərhələli şəkildə eləyir və hələ də tövhidi oturttura bilməyib. Dolayısıyla bunun ikinci mərhələsində, yəni bu final olarak bağlayıramsa mən mövzunu, böyük ihtimal ikinci mərhələsində mövzu belə gələcək ki, İslam yekundur və geridə qalan tamamı məhvə məhkumdur. Ki o ayrı başlı başına bir dənə egzotik mövzuda, yəni mükəmməl mövzudur mənim üçün. Məsələ bundan ibarətdir ki, verdiyim dəlillər yetərli sayıram. Ümumiyyətlə sizin dəlil niyyətinə verdiyiniz heç bir şey yoxdur. Antropologlar araşdırıblar. Kim araşdırıb? Filan kəslər. Tamam. Nəyi araşdırıblar? Bananı təzə buraxmış bir meymundan, meymun qrupunda olan bir canlıyı nəyi araşdırıblar? Lingvistik araşdırma yox, sosial araşdırma yox, arxeoloji araşdırma yox. O zaman siz mənə deməlisiniz ki, hansı kateqoriyada araşdırılır? Üstəlik tövhid dediğiniz şey metafizik bir anlayışdır. Bunun metafizik anlayışını tək mərkəzə, monoteist bir anlayışına bağlamağınızın səbəbi nədir ki, hansı dəlillə bağlısınız ki, bunlar tək bir tanrıya. Əgər onu da qəbul eləmirsiniz, deyirsinizsə ki, artıq yerləşik bir həyata keçəndən sonra ortada tək tanrılı bir inanc var idi, o zaman o da səhvdir. Dəlilləri ilə səhvdir. Göbəkli təpədə tək tanrılı bir inanc yoxdur. Digər Azteklərdə, məsələn, Nastak çizgilərində ya da Nastak ətrafında tapılan çizimlərdə tək tanrılı bir inanc yoxdur. Hətta Azərbaycanda belə yoxdur. Məsələn, Qobustan qayalarında ən qədim çizimlərdən biri sayılır. Ortada monoteist bir anlayış yoxdur. Çeşit-çeşit anlayış var. Misir tarixinə baxsaz, orada da fərqlidir. Skandinav tarixinə baxsaz, orada da fərqlidir. Yəni ortada bir monoteist anlayışın olduğunu heç bir şəkildə dəlilləndirə bilməzsiniz. Bitdi. Deməli, mən artıq bu iddialara cavab verməyəcəm. Niyə görə cavab verməyəcəm? Çünki artıq mən birinci çıxış elədiyimə görə son çıxış çevikin olmalıdır. Ona görə etik deyil ki, təzədən cavablandırım. Həm də düşünürəm ki, bu debat ərzində bu sualların hamısına cavab vermişdim mən. Sadəcə çevik bu sualları təzədən bir də soruşdu. Yəni deyirəm, izləyən insanlar yəni yenidən baxa bilərlər. Mən bu sualların hamısına əvvəldən cavab vermişdim. Sadəcə olaraq təzədən yenidən qayıdır eyni suallara çevik. Bu arada meymun söhbətini mən atak olaraq atmıram Ziya. Yəni mən elə başa düşdüm. Tamam olsun, tamam. Yəni bu biologiyanın kateqorize elədiyi bir şeydir. Mən biologiyanı dədəm yazmayıb mən. Yox, prosta o deyiliş tərzin ki var idi. Allah meymun qrupuna xitab eləyir. Biraz o şey göstərir. Sən deməyindən belə çıxır ki, bir tanrı bəli meymun içində olan hər hansı bir qrupa özəl ad qoydu. Yəni özəl bir kateqoriya ayırıb. Tamam. Bu arada dostlar, mən ekran tıklayan hamıya təşəkkür edirəm. İzləyən hamıya təşəkkür edirəm. Kim ki hədiyyə atdı, hamısına təşəkkür edirəm. Allah razı olsun. Ümid edirəm ki, müəyyən qədər məlumatlandırıcı bir debat oldu. Mən buna görə həqiqətən xüsusən Çevikin özünə də təşəkkür edirəm. Niyə görə? Çünki artıq bu o iğrənc debat şeyindən, o sferasından çıxır. Biraz normal debat sferasına girmək məndə çox mühim idi ki, bu möhtəşəm bir söz. Başa düşmədim. Bir meymunlar cındırzadı. Düz deyil də. Deməli, Çevik, mən sənə təşəkkür edirəm buna görə həqiqətən. Çünki bu barədə sən addım atdın normal debat sferası yaratmaq üçün. Və mən düşünürəm ki, bu alınır, həqiqətən də alınır. Düzdür, bəzi şeylər ola bilər ki, dostlar üçün sıxıcı olsun, çaşqınlıq yarada bilsin. Amma əmin olun ki, inanın ki, bu debatlar həqiqətən çox faydalıdır. Hər iki tərəf adına faydalıdır. Çünki ola bilər ki,
mən elə bir arqumentasiya deyərəm, Çevik elə bir cavab verər ki, məsələn, görərik ki, mənim arqumentasiyam səhvdir. Və yaxud Çevik elə bir iddia irəli sürər, mən elə bir cavab verərəm, görək ki, Çevikin arqumentasiyası səhvdir. Ona görə də bu cür debatlar mən düşünürəm ki, çox mühümdür və məncə debat mədəniyyəti adına çox önəmli bir addım atırıq. Nə qədər sıxıcı olsa da, nə qədər termin bolluğu olsa da düşünürəm ki, yaxşı bir şeydir. İnşallah ki, çox da sıxılmamısınız, ümid edirəm buna. Və bir də debatı hardan tapa bilərik soruşurlar. Qardaşlar, onlara de, YouTube kanalımız var. Onlara de, baxın kanalımızın, TikTok kanalının adı ilə eyni YouTube kanalımız var. Mən YouTube kanalına qoyuram. Bir də Çevik, sən də öz YouTube kanalının adını de, baxmaq istəyən oradan baxsın. Çeviş Bağırlı Instagram TikTok profilimdə eyni adı daşıyır. Çünki Ziya bəy sağ olsun montajlayır, əziyyət çəkir, yükləyir. Mən də götürürəm oradan yükləyirəm YouTube-a. Hər ikimizin YouTube kanalında var. Bəli, hər iki kanalda var. Kim istəyirsə, buyuruq bu kanallara müraciət edib debatların təkrarına baxa bilər. 3 debat var artıq. Bugün inşallah 4-cü debatımız oldu. 4-cü debatı da yerləşdirəcəm və məncə ən belə yaxşı məlumat bolluğu olan debat bu oldu, mənə elə gəlir. Bilmirəm, bəlkə hər kəsin də anlayacağı. Hə? Hə, həm də hər kəsin də daha rahat anlayacağı. Anlaşılmağa qalanda birinci debat daha anlaşılan idi. O İslamla bağlı cihad məsələsi də daha çox şeydi, anlaşılan idi. Amma yox, mən ondan razı deyiləm. Anlaşılanlıqdan əlavə tələbat ən çox ona yönəlik idi. Hə, tələbat da çox idi. Amma bu son 3 debatımız ki var. Mən bunu daha mühüm sayıram. Çünki daha önəmli mövzulardır. Çox önəmli mövzulardan gəlmişik və inşallah ki bunu davam edərik. Bilmirəm indi sən davam eləmək istəyirsən ya yox. Mən çox istəyirəm davam edək. Və bir də bir şey. Ya sən ateist olarsan ya mən əhli şiə də baxarıq. Və bir də bir şey vurğulayım Çevik. Bu son iki debatımızda hücum eləyən tərəf mən idim, müdafiə olunan tərəf sən idin. Və ona görə təbii ki, məsələn, müdafiə olunan tərəfin müəyyən yerlərdə çətinlik çəkməsi çox başa düşüləndir. Çünki hücum eləyən tərəf konkret mövzu hazırlayır və müdafiə olunan tərəf bu mövzuya cavab verməyə məcbur qalır. Ona görə mən təklif edirəm ki, növbəti debatımızda artıq hücum eləyən tərəf sən ol. Görək səni qınadığım kimi özüm cavab verə biləcəm yoxsa yox. O zaman mən səni başdan sona defans blokunda saxlayaram, baxarıq da heç. Başdan sona yox da, hərdən mən eləyim, hərdən səndə də oldu. İndi onu bəlli yerlərdə eləyərik də. Mən də əlvə fürsət verməyəsən. Hə, debat hərzində deyirsənsə, hə, başdan sona sən hücum elə. Okeydir o. O problem deyil. Mən başdan sona heç hücuma ehtiyac yoxdur. Tamamını defans blokunda saxlayaram. Mən dediyim ya müdafiə blokunda saxlayaram. Məsələn 20 debat eləyəcəksə 20 debatın hamısında hücumu sən eləmədi. Mən dediyim arada. Mən bu fərqindəyəm. Yəni 3 debatda sən isbat yükünə referee mən üstümə geydirirsən. Yox, 3 yox. Birinci debatda sən eləyə biləcəyin bir şeydir. Birinci debatda sonrakılarda müdafiə. O sorun deyil, o sənin yöntəmindir. O sorun deyil. Yəni mən də əksinə eləyə bilərəm. Seçməmişəm də eləyə bilərəm. Burada niyə görə 2 dənə hücum eləyən tərəf mən oldum? Çünki mövzu oldu Tanrının izləri. Burada iddiaçı mənəm, müddəi mənəm. Ona görə arqumenti mən qoymalıyam ortaya təbii ki. Bəli. Burada bir nəfərin adını yazırlar aşağıdan ki, onunla debat eləyərsən ya yox, adını çəkməyə ehtiyac yoxdur. Qardaşlar, mən dünyada hamı ilə debat eləyərəm, bircə o adamla debat eləmərəm. Niyə görə? Çünki bu adam söyür, təhqir eləyir, nə bilim, nə gəldi danışır. Yəni, bu adamla debat bir yerə qədər getmir də, başa düşürsünüz, yəni olmur, alınmır. Yəni, söhbətin axırı getməlidir qana, qiyamətdə, ona görə də lazım deyil. Hörmət edirəm o şəxsə də, öpürəm bağrıma basıram o şəxsi də, amma mən o adamla debat eləmək istəmirəm. Gül kimi Çeviklə debat edirəm, Vüsal'la debat edirəm, Elvinlə debat edirəm. Yəni maraqlı da alınır bu həqiqətən. Bəli, bu arada mən də öz adıma təşəkkür edirəm Ziya bəyə. Belə etik çərçivədə debat kültürlü bir konseptdə debat elədiyimizə görə məncə bu bəzi cənablara və bəylərə, xanımlara da örnək olmalıdır. O səbəbdən ki, aləm qarışan bir-birinə, qarma-qarışıq, qarğa-bazarı dedikləri tam doğru dildə o davranışda bir debat olmaya da bilir. Hələ TikTok'da da olmaya bilir. Gördüyünüz kimi TikTok'da da çox səliqəli qaydasında şəxsi hücum olmadan, şəxsi mühakimə olmadan fikir müzakirəsi, fikir mübadiləsi və ya fikir savaşı aparıla bilir. Bu səbəbdən Ziya bəyə də təşəkkür edirəm. Mən də düşünürəm ki, konsept bu istiqamətdən geriyə düşməyəcək. Yəni bundan alt levelə düşməyəcək. Hə, yuxarı qalxa bilər ki, aşağı düşməz inşallah. Yuxarı qalxa bilər, hətta akademik səviyyədə qalxa bilər. Bu bizim inkişafımızla bağlı ola bilər. Daha çox bilgi toplayarıq, daha. Amma ondan aşağı qarğa-bazarı formatına mən
nə o şey deyiləm də, artıq marağında deyiləm. Heç ehtiyac da görmürəm. Əgər istəyiriksə, bizim niyyətimiz, məqsədimiz bundan ibarət ki, kimsə nələr söyləyəcəksin. O qarğa bazarından kimsə heç nə öyrənə bilməz. Öyrənə biləcəyiniz bunlar şeydir. Mən şəxsən burada 20 dənə başlıq yazmışam. Hələ bu debat bitdiyini sayıram, yəni bu gün bitdi. Hələ üstəlik yetərli arqument qoya bildiyimi də sayıram. Amma yenə də gedib qoyduğu arqumentləri bir başlıq altında xəttləmişəm. Dedim baxım görüm nə deyir, hansı açığı var, hansı boşluğu var. Əminəm ki, o yoldaş da, yəni Ziya bəy də gedir bəlli başlıqlar altında baxır görək nə var, nə yox ümumiyyətlə söhbətin içində. Bu o demək ki, siz də eynisini eləyə bilərsiniz. Qarşı hər iki tərəfin arqumentlərini, istifadə etdikləri başlıqları yazırsınız ya qeyd edirsiniz ya araşdıra bilirsiniz. Bu sizi bilgiyə aparır. Əlbəttə. Bazara yox. Kartof bazarına yox. Gələn mövzunu müəyyənləşdirək onda nə olacaq mövzu? Gələn mövzunu müəyyənləşdirək, yaxşı. Təklifin? Valla mən deyirəm bu dəfə hücum eləyən tərəf sən ol. Sən ol. Və argumentasiya yükümlülüyü artıq səndə ol. Tövhidin üç dinlə sabitlənməsi, özəlliklə də sizin dininizlə. Necə olar? Yəni, İslam dininin orijinal və istisnasız vacib olan, yəni son olan tövhid olması məsələsi. Olan tövhidə biraz başa düşülməz deyə mövzunun adı. Yəni siz tövhid deyəndə bitmiş olan və bir daha başqa bir din gəlməyəcəyini, yəni tövhid deyəndə siz artıq yekunda və bitmiş bir mövzunu danışırsınız. Nə mənada bitmiş? Yəni İslamdır, son tövhidin sonu İslam. İddianız var belə bir iddia. Bunu mən sənə Qurandan başqa heç nə ilə sübut edə bilmərəm axı. O zaman məcburən Quran konseptinə düşmüş olacağıq. Düşək, problem Quran konseptinə düşmək problem deyil. Sadəcə o problem odur ki, yəni mən sənə ancaq Quran kontekstində cavab verəcəm ki, son din budur. Onda gəl belə eləyək. Əxlaq və əxlaqın mənşəyi. O, mən sevərəm bu mövzunu. Varam bu mövzuya. Mən də sevirəm bu mövzunu. Antropologiya tezimdən sonra ən yaxşı araşdırdığım mövzu budur, əxlaq mövzusu. Kinekalizmlə danışın, yaxşı bu dəqiqə başlayıram. Burada bir nəfər sual yazıb, nə ona cavab verir, maraqlı gəldi. Yazıb ki, Ziya 30+1 kitabında hekayə ünvanında ateist idin ya müsəlman. Ateist idim o vaxtı. 4 dənə məqaləm var o kitabın içində. İmza bilmirəm ciddi yazmısan ya yox, hə, istəsən götür çəkin problem. Onsa kitabın öz qabağında hamımızın imzamız var. Orada 31 nəfər məqaləsi var idi o kitabda. Niyə 31 ya? Bu cümlənin ironiyasıdır. Valla o vaxt uşaqlar onu tap eləyəndə dedilər ki, rəqəmi 31 qoysaq daha şey olacaq, maraq cəlb eləyəcək kitab. Hə, marketinq çıxışıdır, bir marketinq planıdır. Hə. Elə yəni ideya mənim deyildi o. Mən dedim, məqaləm olsun orada oldu. Və uşaqlar ifşaladı ha, gördünüz. O kitab 2015-in kitabı deyə, 10 il əvvəlin kitabıdır. Oy, hə. Nə deyirsiniz? Mövzu uyğundur, əxlaq və əxlaqın təməli. Mən ölmürəm o mövzudan ötürü. Muhtemelen obyektiv əxlaqla gələcəksiniz. 100%. 100%. Güzel. Onda şeydir, təməlləndirilməsi mənşəyini sən deyəsən ki, yəni mənşəyi yoxdur, yoxsa sən əsaslandırırsan mənşəyi? Yox, onda mövqeyi açıq etiraf edin. Bir obyektiv əxlaq vardır və bağlantısı tanrıdır. Yəni indekslədiğiniz şey tanrıdır. Budur mövqeyi tam olaraq. Mənim mövqeyim böyle 100%. Obyektiv əxlaq var və etalon tanrıdır. Mən amma nihilist bir yaxınlaşım şeylə deyil, mərkəzlə deyil. İnterin subyektiv bir mərkəzlə yaxınlaşacağam. Yəni deyirsən ki, əxlaq nisbidir, düzdür? Bu iddiadasın da. Yoxsa? Bəli. Dəyişkəndir. Yəni subyektiv də deyə bilərsən sən buna. Mənim subyektiv dediyim şey, əsaslandırdığım şeylər başqa şeylər olacaq. Ya o kifayət qədər olacaq. Okey. Mən canla başına ola bilər ki, bəlkə mən bilmədiyim yeni şeyləri öyrənəcəm səndən, bilmirəm. Mənə çox maraqlı gəlir. Məncə də, çünki mən Quran konseptində səndən əxlaq falan soruşası deyiləm. Bu işin ucu gedib düz amigdalaya qədər çıxacaq. Mən sənə dadiva varam da, istər biologiyadan bu mövzuda, əxlaqda, istər sosiologiyadan, istər fəlsəfədən, yəni axıra qədər varam bu mövzuda səndən və nə qədər istəsən bununla 3 seriya eləyək. Problem yox.